Sponsorlar: estetik stomatolog, implantolog Şamil Rızaev. Sabahınız xeyir olsun, əziz dəyərli izləyicilərimiz. Hər vaxtınız xeyir, xoş sabahda xoş gördük hər birinizi. Bugün çox gözəl bir hava var çöldə və mən düşünürəm ki, yazın nəfəsini artıq hər birimiz hiss edirik. Proqramımız hər zaman olduğu kimi canlı yayımlanır və bugün sizlərin qarşısında mən Gülnar Səhliyarın təqdimatında xoş sabahı təqdim eləməyə gəlmişəm sizlərə və əlimdə çiçəklərlə sizi salamladım. Əlimdə çiçəklər varsa bu o deməkdir ki, Müdrik Qadınlar qrupunun təsisçi rəhbəri, dəyərli dostum, psixoloqumuz Gülnar xanımız Eva studiyamızın özəl qonağıdır və hər yerə getdiyi kimi bugün də mənim yanıma elə əli çiçəkli gəlib, xoş gəlmisiniz. Xoş gördük. Sabahınız xeyir olsun. Gününüz uğurlu olsun. Necəsiz? Çox yaxşıyam. Keçmişdə olsa Novruzunuz mübarək. Ömrünüz həmişə yaz, bahar təravətli olsun. Təşəkkür edirəm Gülnar xanım. Xoş gördük hər birinizi. Hər kəsi salamlayıram buradan bizi izləyənləri, xəbər tutanları ki, biz bugün efirdə olacağıq. Siz necəsiz? Təşəkkürlər. Siz yanımızdasınızsa, bu deməkdir ki, əhvalımız mükəmməl olmalıdır. Bir də Müdrik Qadınlar qrupunun bir neçə belə deyim də adətləri var ki, həm rəng olmaq, həm xarakter, həm enerji olmaq bu bizim əsas prioritetlərdən biridir ki, biz də o prioritetlərə əməl elədik və bugün bacardığımız qədər həm rəng geyinməyə və həm enerji olmağa çalışdıq. Verilişimizin daimi izləyicilər çox gözəl bilirlər ki, proqramımızın ayrılmaz bir hissəsi var. O da məhz elə xüsusi istedadlı insanları proqramımıza dəvət eləmək, əl işləri ilə tanınan, sevilən, seçilən sənətkarlarımızı deyərdim mən. Çünki həqiqətən də incəsənətin bir başqa bir qoludur həqiqətən də əl işləri bölümü. Hansı ki, biz də bacardığımız qədər hər zaman əl işləri ilə sevilən, seçilən dostlarımıza dəstək olmağa çalışır ki, bugün orada iki xanımı görəcəksiniz. Keçid eləmək onların yanına icazənizlə. Təbii ki, rejissorumuzun da təsdiqi ilə sözsüz ki və burada bizim dəyərli xanımlarımız var. Ruhi xanım Həsənova bizim dəyərli dekorçumuz, xonçaçımız. İstəyəcəm siz mikrofonu götürəsiniz. Xoş gəlmisiniz. Necəsiz? Sabahınız xeyir. Bu gözəlliklərin içində mən görünürəm, görəsən. Dəyərli operatorumuz. Hə, xoş gəlmisiniz, sabahınız xeyir, bayramınız mübarək, Novruzunuz mübarək. Necəsiz? Sağ olun, təşəkkür edirəm. Mikrofonu daha yaxın tutun, səsinizi daha da gözəl eşidək. Buradan bütün izləyicilərimizi, xalqımızı salamlayıram. Keçmiş Novruz bayramınızı təbrik edirəm. Bu bahar ətirli Novruz millətimizə, xalqımıza düşərli olsun. Təşəkkürümüzü bildiririk. Biz Xoş də təbrik gəlsin. edirik. Çox sağ olun. Biz də təbrik edirik. Bu bahar yeni nəfəsi ilə sizə, sağlamlığınıza, ailənizə, karyeranıza gözəl nəfəs versin, gözəl enerji versin. Mən bilmirəm, bayaq onu bizim dəyərli Gülnar xanımla danışıram. Deyirəm, bilmirəm, yazda dünyaya gəlmişəm deyə, yəni niyəsə, mən günəşdən enerji alıram. Bəzi bitkilər kimi mən günəşdən enerji alıram. Düşünürəm ki, yaz, bahar təravəti hər kəsə gözəl enerji verir. Və bizim dəyərli bir qonağımız var ki, Rəhlə xanım Samuyevanı daha öncə biz studiyamızda görmüşdük. Sənətkarımızdır, mən deyirəm Rəhlə xanıma. Yaxın dayanmanızı istəyəcəm. Mikrofonu da yaxın tutmanızı xahiş eləyəcəm. Bahar bayramınız mübarək. Necəsiz? Çox sağ olun, yaxşıyam. Təşəkkür edirəm bugün məni bir daha dəvət etdiniz. Keçmiş Novruz bayramınızı təbrik edirəm. Təşəkkürümüzü bildiririk. Hal-hazırda məlum məsələ orucluq ayıdır, Ramazan ayıdır. Allah bütün tutulan orucları, bütün edilən xoş niyyətli duaları hər birini qəbul eləsin və sözsüz ki, bizim elə komandamızdan da oruç tutanlar var, kifayət qədər qonaqlarımızın da əksəriyyəti orucludur. Bəli, Allah qəbul eləsin. Bizim dəyərli qonaqlarımızın da oruclu olanlar var. Hər kəsin Allah bütün tutulan oruclara edilən duaları qəbul eləsin və inşallah aprel ayında, yəni bu bayramımızdan sonra, müqəddəs Ramazan bayramından sonra el şənliklərimiz başlayacaq. El şənliklərimiz başlayacaq Ruhi xanım. Mən düşünürəm ki, həmin dönəmdə sizin işiniz daha da çətinləşəcək, daha da gözəlləşəcək, işiniz daha da belə deyim, hədsiz gərgin vəziyyətə çatacaq. Ona görə düşündüm ki, elə aprel ayına çatmamış, sizi də dəvət eləyək efirimizə və bacardığımız qədər sizin gözəl hazırladığınız bu cür xonça dəstlərini göstərək, təqdim eləyək izləyicilərimizə. Ona görə ki, Azərbaycana el şənlikləri, toy, büstat, bayram həqiqətən çox yaraşır və düşünürəm ki, bu cür toy, bayram deyildiyi zaman ağlımıza nə gəlir?
xonçalar, özəl günlər və bu cür belə şan-şanlı, ay sağ olun. Bəli, toy mərasimi. Bəli, xanımlarımızı, bəylərimizi, analarımızı sevindirək. Aynen gözəl. Ümumiyyətlə, bax bu işdən danışırıqsa əgər, xonçalardan danışırıqsa əgər, bu sahəyə marağınızın necə yarandığı mənə çox maraqlıdır Ruhi xanım. Necə oldu, hardan başladınız? Mən demək olar, mən pedaqoji universiteti bitirmişəm. Müəllimlik sənəti də böyük bir sənətdir. Çox. Bəli, ancaq ki, marağım xonçaya oldu. Çox sevirəm sənətimi və sevə-sevə xanımlarımızı sevindirməyi çox sevirəm. Bəli, mənə sifarişlər gələndə mən çox sevinirəm ki, biz bu milli adət-ənənəmizi yaşadırıq. Xalqımız yaşadır və getdikcə də daha da zənginləşir. Xonçalarımız yenilənir, güllərimiz yenilənir. Xanımlarımız, gəlinlərimiz, bəylərimiz çox sevinirlər bizim bu xonçaları görəndə. Aynen gözəl. Mən düşünürəm ki, xonçalara bu bizim muncuq aksesuarlarımızdan əlavə eləsək, qızlarımız, gəlinlərimiz daha da çox sevinər. Hə, danışacağıq inşallah Rəhlə xanımla xonçalardan, amma daha doğrusu aksesuarlardan, amma elə sizdəykən söz istəyəcəm sizdən soruşum Ruhi xanım, bu sahədəki hədəfiniz nədir? Mənə çox maraqlıdır. Yaxın gələcək üçün, uzaq gələcək üçün, hər hansı bir sir deyilsə bizimlə də bölüşün. Mən bu sahədə istəyirəm ki, işimi genişləndirəm. Dediyim kimi, günü-gündən xonçalarımızın ahəngdar yeni xonçalarımız yaranır, yeni güllərimiz, yeni kompozisiyalarımız. Ona görə işimi genişləndirmək istəyirəm. Xalqıma, vətənimə, millətimə xeyirli xonçalarla gəlmək, həmişə toy-büsat olsun vətənimizdə, gəlinlərimizi, bəylərimizi sevindirmək. Aynen, gözəl. Əslində bu xonçalar bizim qədim adətlərimiz, ənənələrimizdən biridir. İstər bayramlarda, hətta bizim orada bir Novruzla bağlı xonçamız var. Mən istəyəcəm operatorlarımızdan həmin o xonçamızı da göstərsin, dəyərli rejissorumuz da həmin o xonçamızı təqdim eləsin. İstər Novruzla bağlı, istər bayramlarla bağlı, istər elə adət-ənənələrlə bağlı və yaxud toylarla, el şənliklərlə bağlı hər zaman xüsusi olaraq xonçalara yer ayrılır. Çünki bu bizim dediyimiz kimi qədim adətlərimizdən biridir. Nə qədər də adətlərimizdə müasirləşmə olsa belə, mən düşünürəm ki, xonça bizim adətlərimizin o ən gözəllərindən biridir. Ona görə çox xalqlarda olmayan bir adətlərdən biridir xonça. Azərbaycanın qədim milli mənəvi dəyərləridir. Ona görə qoruyub saxlamaq mentalitetimiizdir. Orada bizim Novruz kompozisiyası yaratmışam. Orada yumurtalardır, nənələrdir təndirdə, sonra qızla oğlan, milli geyimdə. Çox qəşəngdir. Bu ümumiyyətlə ideyalar haradan gəlir? Mənə çox maraqlıdır. Çünki bunun özü kreativlikdir də və heç harada olmayan məhsullardır sizdə. Necə yəni bu ideyalar haradan gəlir? Çox maraqlıdır. Ola bilsin ki, həm maraq, həm də ki istedad, belə deyim də. İstedadla işlədikcə də əllərimiz öyrəşir, yeni kompozisiyalar, yeni xonçalar çıxdıqca da bizim dişimiz zənginləşir. Aynen gözəl. Bəli. Nə gözəl. İstənilən halda işlərinizdə uğurlar. Çox sağ olun. Biz hər zaman sizə bacardığımız qədər yanınızda dəstək olmağa çalışırıq. Gülnar xanım bizim dəyərli psixologumuz, dəyərli adaşım o cür bir təqdimat elədi ki sizin üçün. Mən dedim ki, Gülnar, bütün MTV-nin qapıları, bacıları açıq deyir. Ruhi xanım gəlsin, necə lazımdır iştirak eləsin. Sevə-sevə. Hər biriniz ayrı-ayrılıqda təşəkkür edirəm. Çox sağ olun. Bilirəm, sizi izləyənlər çoxdur. Bilirəm. Təxmin edirəm, sizin də salamlarınız var. Buyurun, əgər uyğun bilirsinizsə. Mənim də salamlarım var. Əvvəl xalqımızı salamlayıram. Atamı, anamı, sinif yoldaşlarımı. Hər birinə salamlarımı yetirirəm. Sizə, sizin kollektivinizə, məni dəvət elədiyiniz üçün çox-çox təşəkkür edirəm. Minnətdaram. Təşəkkürlər. Çox sağ olun Ruhi xanım. Siz niyə kövrəldiniz ay Ruhi xanım? Siz niyə ölürəm? Siz niyə kövrəldiniz? Ona görə kövrəldim ki, mən bir Qarabağlı qızıyam. Maşallah. İnşallah ki, bu xonçalarımı mən elimizdə, vətənimizdə orada da yaradaram, düzəldərəm. Az qaldı Ruhi xanım, az qaldı. Nəhayət ki, əzəl-əbəd torpaqlarımız bizim özümüzündür. Qarabağımız Azərbaycanındır. Əsas odur ki, Qarabağımız bizimdir. Əzəl-əbəd torpaqlarımız yenidən özümüzə qaytarıldı. Təbii ki, başda Ali Baş Komandanımız, şücaətli ordumuzun sayəsində ən qısa zamanda əminəm ki, bu xonçalarınızı orada da belə əlimizdə oynadacaq. Hansı bölgəsindən siz Qarabağın? Füzuli. Füzuli, Ağdam. Bizimkilər tərəf. Bizimkilər tərəf, hə. Mənim gəlin köçdüyüm tərəf. Laf yaxşı. Qaynanamız tərəf, qaynatam tərəf o tərəfdəndir. Hə, laf. Ona görə biz suyunuz şirin gəlib mənə. Hə, laf yaxşı. Bütün Füzuliyə
bütün Qarabağa, bütün Azərbaycanımıza qucaq dolusu, sevgi dolusu salamlarımızı göndəririk. Mən istəyəcəm Rəhlə xanım, sizin salamlarınız haradır? Onu da deyəsiniz. Bugün yaman sakit gəlmisiniz. Bugün səhər yemək yeməmisiniz deyəsən. Məni izləyən, yəni əsasən anamla qaynanama çox təşəkkür edirəm. Mənə hər zaman dəstək olublar. Nə gözəl. Hər Sizə də qaynana da təşəkkür dəstək edirəm. olmur. Bəli, onlar mənim ən böyük dəstəkçim, ən böyük uğurlarımdır. Sizə də təşəkkür edirəm ki, məni dəvət eləmisiniz. Çox xoşdur. Bugün nə hazırlayacaqsınız Bugün sizə üçün aksesuar hazırlayacağam təbii daşlardan. Əla. Bax, mənə çox maraqlı Rəhlə xanım. Bəs sizin bu sahədəki hədəfiniz nədir? Mən bildiyim qədərilə siz ancaq onlayn çalışırsınız da hal-hazırda. Bəli, hal-hazırda onlayn çalışıram. Bəs hədəfiniz nədir? Hədəfim əl işlərimi daha da gəlişdirib, daha da tanıtmaqdır. İnşallah öz butikimi açmaq istəyirəm. Biz də bayaq danışdığım dəyərli dostum Gülnar xanımla bizim ortaq cəhətlərimizdən mən düşünürəm əsasları ondan ibarətdir ki, biz daha çox sevirik insanları bir-birlərini tanış eləyib, məhsuldarlıq və yararlılıq səviyyəsini artırmaq. Mən düşünürəm ki, bugün burada da yeni tanışlıqlar olacaq ki, oldu. Həm Ruhi xanım, həm Rəhlə xanım, dəyərli xanımlar, öz sahələrinizdə hər ikiniz çox peşəkarsınız. Amma düşünürəm ki, əməkdaşlıqlarınızı birləşdirsəniz, əl-ələ versəniz, daha böyük işlər görsəniz, daha da gözəl uğurlarınız olar. Çünki dediyim kimi də sizin də sahəniz gözəl günlər üçündür, sizin də sahəniz gözəl günlər üçündür. Elə əməkdaşlığınız birləşsə, uğurlarınız birləşsə, daha da böyük addımlar ata bilərsiniz. Mən ümumiyyətlə istəyəcəm, bax, bizim dəyərli əl işlərimizi, çox gözəl, mən həmişə onlara qiymətsiz əl işi deyirəm. Bizim dəyərli peşəkar operatorumuz Nicat bəy onların hər birini göstərəcək. Mən həqiqətən o əl işlərinə dəyərsiz, nə mənada dəyərsiz? Yəni mən düşünürəm ki, ona rəqəm təyin eləmək bu etik deyil də, həqiqətən. Tam səmimi deyirəm. Çünki onların hər birində əl əməyi var, sizin gözünüzün nuru var. Bunlar hər biri qiymətsiz, dəyərsiz və gözəl məhsullardır. Yəni bir rəqəmə biçilməyəcək məhsullardır. Bax, yeni məhsullarımızı görürəm orada. Mən taxta səhv eləmirəmsə, hə? Çox gözəldir. Göstərə bilirikmi? Ümumiyyətlə, bax, sizdən soruşum da, bəs bu ideyaları, bu Pinterestdən mi götürürsünüz bu ideyaları, dizaynerlardan götürürsünüz? Olur, Pinterestdən bəli, köməkli olur, amma ən çox özüm fikirləşirəm ki, nədə nə yarada bilərəm, hansı muncuq daha hansı çantada gözəl görünər. Bu, mən düşünürəm ki, həm köhnəlməyən bir materialdır, yəni məsələn, ayrı çantalarımızı qoyuruq arası, cızılır, eləyir. Düzdür. Bunların hər biri xarab olmayandır, yəni jilkaları boşalmayan, illər keçdikcə öz deformasiyaya uğramayan materiallardan hazırlayıram. Bir məqama toxunmaq istəyirdim. Hal-hazırda bizim dəyərli Rəhlə xanımın çox gözəl kampaniyaları var, bayrama özəl. Daxil ola bilərsiniz səhifəsində, aşağıda yazılı qeyd olunur. Səhifəsindən siz də özəl günlərinizdə çox gözəl hədiyyələ qablaşmalarımız da var bizim. Rahatlıqla siz də sevdiklərinizə, xanımlarınıza, bacılarınıza, analarınıza bu cür gözəl hədiyyələr təqdim edə bilərsiniz. Xanımlar, mən sizə çox yormaq istəməyəcəm. Bugün bacardığımız qədər xanımlardan danışacağıq. Saçda heç nə olmaz, girib ki olmur. Güllərin arasında gül saçım girib güllərin heç nə olmaz. Siz nə hazırlayacaqsınız Ruhi xanım bəs? Artıq burada görürəm ki, hazır deyə hər şeyiniz. Mən gəlinlərimizin kosmetika xonçasını burada olmazsa olmazımız. Kirşanları, bəli, bunları hazırlayacağam. Sonra kəlağayı qızıl dəstimiz. Nə gözəl. Onu hazırlayacağam. Üzüklərin taxılması üçün. Çox gözəl. Biz də sevə-sevə izləyəcəyik sizi. Amma fikirlərinizi bildirməyinizi istəyəcəm. Çünki mən keçid edirəm qonaq otağına və qonaq otağında dəyərli qonaqlarımı yenidən təqdim eləmək istəyirəm. Yenidən gələcəm mənim dəyərli qonaqlarımın yanına və hal-hazırda bəlkə elə keçim qonaqlarımın yanına. Hə, dəyərli rejissorum. Keçə bilərəm. Mən də keçim oturum da qonaqlarımızın yanında. Gəl. Keçə oturaq qonaqlarımızın yanında. Dəyərli izləyicilərimiz, qonaqlarımızı yenidən böyük məmnuniyyət təqdim eləmək istəyirəm. Hansı ki, artıq günlərdir anonslardan gördüyünüz üzrə gənc olmasına baxmayaraq öz içində kifayət qədər çox gözəl tanınan, sevilən, seçilən və tələbatlı bir mütəxəssis nəhayət ki, Qızıldan dəyərli zamanla uğurlayıb sizlərə təqdim eləməyə bacardıq. Söhbət sözsüz ki, günlərdir anonslardan gördünüz. Cərrah mamoloq onkoloqumuz. Mamoginikolog nə idi? Allah da düzdürdü. Bəlkə də bu sahəyə də marağınız olub. Sizin qınamıram, bizim çox insanlar bu sahəyə də marağınız olub. Mamolog gələndə elə bilir ki. Yox, mənim dilim nadir hallarda sürüşür. Aysel xanım, cərrah mamoloq onkoloqumuz Aysel xanım Şükürova studiyamızın özəl qonağıdır və sözsüz ki, psixoloqumuz Müdrik Qadınlar qrupunun təsisçi rəhbəri Gülnar xanım Musayeva studiyamızın özəl qonaqlarındandır. Xoş gəlmisiniz. Xoş gördük. Novruzunuz mübarək. Çox sağ olun. Necəsiniz? Şükür. Hər şey yaxşı. Yaxşı deyək, kamı yaxşı olsun. Necə keçirdiniz Novruzunuzu? Heç nə, yəni istirahətlə. O qədər gözəl. iş, yorğun iş
günlərindən sonra. Heç olmasa istirahət edə uzun müddətli bildinizmi? istirahətə ehtiyacımız var. Əla, çox gözəl. Mən bilirəm ki, indi biraz sözüm ego çıxmasın Gülnar xanım. Mən bəzən deyirəm ki, Gülnar xanım özü məni belə idarə eləsin də o psixoloji tərəfdən. Həqiqətən də təkəbbürlü çıxmasın sözüm. Gülnar xanım çox nadir hallarda olar ki, kiminsə haqqında belə bu cür gözəl təqdimat eləyər. Ruhi xanım haqqında da sizin haqqınızda o qədər gözəl fikirlər söylədi ki, mən dedim ki, mütləq ən qısa zamanda biz o xanımların zamanından oğurlanmalıyıq, milyonlara təqdim eləməliyik. Gülnar xanım, siz necə keçdi Novruzunuz? Çox yaxşı istirahət edirəm mən də. Nəhayət. Ramazan olduğu üçün gözəl faydalarımızı, bilgilərimizi bölüşürük. Təbii ki, xeyir işlərlə məşğuluq hər zamanki kimi. Bu ay daha da artıq oldu. Yəni Ruhi xanım da, Aysel xanım da biz bir qrupuq, hamımız çoxluq təşkil edir. Və gözəl işlərə vəsl olur bu qadınlar. Siz hələ istəməmisiniz Harda? qrupda olmağı. Mən elə qrupun təməlindəyəm mən. Mən oradayam. Təməlində şəxsən özüm sizlə ünsiyyət saxlayıram, amma toplum hər kəslə tək-tək ünsiyyət saxlaya bilmirəm. Toplum olanda daha işlərə tez çatmaq olur. Ümumiyyətlə günümüzdə, gəlin indi real etiraf eləyək xanımlar, bu arada bütün ölkəmizdə, bütün dövlət sektorlarında təbii ki, müəyyən istisnalar var ki, biz də o istisnanın içindəyik. Biz təbii ki, bacardığımız qədər bayram günlərində xalqımızın daha da məhsuldar günlərinin keçməsi üçün, daha da özəl vaxtlarının səmərəli keçməsi üçün əlimizdən gələn əsirgənməyə çalışırıq ki, bütün dövlət sektorlarında ay sonuna qədər qeyri-iş günü sayılır. Ona görə də bayram günlərinizdə daha da maarifli, daha da gözəl keçirmək istəyirsinizsə, yaxın dəqiqələrdə bizim musiqili qonağımız da olacaq. Dəyərli xanəndəmiz Gülzar xanım Fərəcovanın məlahətli səsini dinləyəcəyik. Amma hal-hazırda əziz və dəyərli xanımlar, dəyərli həmcinslərim ekranlara daha yaxın əyləşin. Bəylər izləməyə də bilər, problem deyil. Xanımlar əsas yaxın əyləşsin. Çünki bir çox maraqlı mövzulara toxunacaq dəyərli xanımlarımızla bağlı. amma Aysel xanım, istəyirəm ilk olaraq sizdən başlayım. Bir həkim olaraq şəxsi təcrübənizi istəyəcəm bizimlə bölüşəsiniz ki, əsas xanımların sağlamlıqlarının qeydinə qalmaq tendensiyasını necə dəyərləndirirsiniz? Günümüzdə ümumiyyətlə qadınlar sizcə sağlamlığının qeydinə necə qalırlar? Demək olar ki, xanımlar o qədər məşğuldur ki, ailə, uşaq, işləyən qadınlar işləri ilə demək olar sağlamlıqlarının qeydinə tam da qala bilmirlər deyə düşünürəm. Yəni bu da müasir dövrdə bu cəmiyyətimizə əsas narahat edən problemlərdən biri olmalıdır deyə. Eynən. Sizcə ümumiyyətlə qadınların sağlamlığına təsir edən əsas psixoloji və fiziki faktorlar hansılardır? Psixoloji tərəfi təbii ki, Gülnar xanımla müzakirə eləyəcəyik, amma hər zaman deyilir ki, orqanizmizi idarə edən bizim beynimizdir. Beynimiz ruhsal durumumuzla əlaqəli bir mənalı. Gülnar xanım təsdiqləyərəm yəqin ki, mənim fikrimi. Mən Gülnar deyəcəm, belə deməyəcəm. Necə istəyirsiniz deyin. Bəli, insan qəlbi ilə, mənə görə yox, yəni sistem belə qurulub. İnsan qəlbi ilə yaşayır həyatını. Və çox yayılıb insan şuuraltınız, beyniniz. Mən də deyirəm ki, səmavi kitabı əsasən belə göstərib ki, insan qəlbi ilə yaşayır həyatını. Qəlbinə nə qoyarsansa, onu qazanarsan. Misal üçün tutaq ki, mən sizə şuurumla yaxınlaşanda daha dərin çəkir bizim dostluğumuz, yoxsa qəlbimlə yaxınlaşır. Aysel, demək ki, insana yaradan qəlb verir və uca yaradan da deyir ki, mən sizin qəlbinizdə baxıram, qəlbinizə baxıram. Ümumiyyətlə, qəlb elə bir orqandır ki, sanki indi tibbi tərəfdən Aysel xanım daha gözəl bilər. İnsanda ilk yaranan orqan da qəlbdir. İnsanda ilk yaranan orqan qırtlaqdır, yemək borusudur. Yeməkdir, bəli. Görürsünüz, təsdiqlənmədilər mənim. Yox, bilirik də, mən də sizdən çox şey öyrənirəm. Qırtlaq yaranır, sonra nəfs, sonra qəlb, qulaq, göz. Bəli, bunlar çox gözəl orqanlar. Amma ən sonunda da qəlbimiz dayandığı zaman həyatdan köçürüydü. Qəlb dayanmır. Qəlbi ən sonda fəaliyyəti dayanır. Ən son fəaliyyət dayanır, beyin də çox gec dayanır. Çünki insan qəlbi ilə öyrənir, ağlı ilə qərar verir. Amma bütün görürsüz sevgi qəlbdə olur. Yemək, yatmaq, durmaq bunlar beynin işidir. Yəni sənə göstəriş verir. Ay, sağ ol. Kömək edir sadəcə. Sanki siqnallar verir. Amma qəlbinlə sən sevirsən, qəlbinlə uşaqlara bağlanırsan, dostluğa bağlanırsan, yaxşı işlərə qəlbinlə gedirsən. Beyinə qalsa beyin yorulur. Davamiyyəti, yaxşı işləri, davamiyyəti, sağlamlığı bunları aparmır. Amma qəlbin sənə həyat eşqini bağlayır, ailə, uşaq. Bəzi sahib olduqların var ki, bu sən qəlbinlə istəyirsən deyə onları buraxmırsan. Amma qəlb onları istəməsə, beynin fəaliyyətinə qalsa anında buraxarsan sən o həyatı.
Amma sanki xanımlar günümüzdə psixoloji problemlər, məsələn bizim uşaqlıq dövrümüzlə müqayisədə bir 20 il 30 il öncəsinə müqayisədə indi daha çox aktualdır. Bütün tibbin qollarında belə deyək də bu islahatlar aparıldı, günümüzdə də aparılır. İstər dövlət səviyyəsində, istər elə bütünlükdə islahatlar aparılır günümüzdə tibbin bütün mövzularına. Amma psixoloji mövzuları sanki islahatlar biraz yan keçibmi deyim, yoxsa necə? İndi günümüzdə bu life koçlar, həyat koçları, yəni kopyalayanlar və yaxud da insanlar var ki, cümləni belə baxır, hansısa bir peşəkar bir insanın qurduğu cümləni təkrarlamağa çalışır və yaxud da qrupu belə, məsələn, hər hansı bir toplum qrupu belə təkrarlamağa çalışan insanlar çoxdur. Yəni sanki bu sahəyə marağın çox olduğunu mu görürlər Gülnar xanım, yoxsa niyəsə görə bu sahədə maraq, tələbat artıb, qeyri-peşəkarlıqlar da, kopyalayanlar da artıb? Qeyri-peşəkar istənilən bir sahədə var. Var əlbəttə. Təməl qoyulur, ətraf onu kopyalayır. Çünki insanlar bir yerdə özlərini tapmaq istəyirlər. Amma Səmavi də deyir ki, siz özünüzü yalnız məndə tapacaqsınız. Baxın, elə bir qayda sistem var ki bu dünyada. İstədiyini etməkdə azadsan. İstədiyin bir işi də gör, istədiyin bir işi də kopyala. Hər şey azaddır. Amma sonda sənin, məsəl üçün, dünən biz yığışdıq, bir işlər gördük, elə deyilmi Gülnar xanım? Biz bugün efirdəyik, çox gözəl işlər barədə danışırıq, çox gözəl işlərlə gəlmişik. Sabah amma burada bizim yadımızda nə qalacaq? Bizim niyyətimizlə etdiyimiz, qəlbimizlə etdiyimiz qalır. İstənilən bir iş belədir. O ki, qaldı kopyalayanlara, bu tarixi boyu belə olubdur. Baxın, bir lider varsa, bir çox insan onun yerində olmaq istəyir. Amma nəticədə yenə də əbəsdir. Dəfələrlə də bunu etiraf edirəm ki, insan həyatı qəlbi ilə yaşayır. Xəstəliklər, sənin olmayan bir çox hadisələri qəlbinə yığdıqca, necə ki, çox suyu içəndə mədə şişir, göz baş şişir, qəlbdə də o hadisələr baş verir. Çünki qəlb otağını sən yanlış bilgilərlə, yanlış istəklərlə doldura bilmərsən. Onu ora doldurdunsa artıq başlayır açıq verməyə. Başlayır sənin davranışlarında xəstəliklər yaranır. Geri çevirməyə. Sənin ünsiyyətlərdə, ünsiyyət qura bilmirsən, çox çəkmir o ünsiyyətlər. Bunlar hamısı qəlb xəstəliklərinin göstəricisidir. Ondan sonra həkim təsdiqləsin ki, bədəndə nə baş verir. Əslində, qadın orqanizmi, Aysə xanım, bilməm, indi bu sözümü təsdiqləyəcəksiniz, yoxsa yəni təqzib eləyəcəksiniz. Əslində, həqiqətən də qadın orqanizmi mənim dəyərli həkimlərdən də eşitdiyim qədərilə, bildiyim qədərilə, çünki hər birimizin tibbi təhsili yoxdur, amma hamımızın sizin kimi dəyərli peşəkarlara ehtiyacımız var həqiqətən də. Qadın orqanizmi hormonal balanslı inkişaf eləyən, istiqamətlənən bir orqandır və bizim hisslərimiz, bayaq Gülnar xanımın dediyi kimi, yaşadıqlarımız hər biri bizim istər süd vəzlərimizə, istər ay yaşı, istər qadın reproduktiv orqanlarına, hər birinə təsir edir. Bəs bu yaşadıqlarımız, stres faktorlarının təsiri haqqında və bunun fiziki tərəfə, xəstəliklərin həkimi əlaqəsi var, bunu istəyəcəm izah eləyəsiniz. Belə deyim, ümumiyyətlə süd vəzi xəstəliklərlə bağlı sizə məlumat vermək istəyərdim. Bəli, demək olar ki, günümüzdə çox artıb bu. Düzdür, bu xəstəliklərin əsas yaranma səbəbləri tam olaraq təsdiqlənməsə də, amma bir sıra faktorlar vardır ki, bunu əmələ gəlməsinə səbəb olur. Əsas faktor da stres faktorudur. Yəni günümüzdə demək olar ki, əksər insanlarımız çox stresli iş şəraitində işləyirlər, ətraf mühitimiz, hər yer insanlara mənfi təsir göstərir bəzən və bunun təsiri nəticəsində də orqanizmdə artıq stres hormonlarının təsirindən hüceyrələrdə demək olar ki, dəyişiklik baş verir və bu dəyişiklik nəticəsində gətirib süd vəzi xəstəliklərinin yaranmasına çıxarır. Yəni təkcə süd vəzi xəstəliyinin yaranmasına stres faktorunu demək olmaz. Bir sıra faktorlar vardır ki, müasir dövrdə yəni ən əsası bu faktordur. Ətraf mühit çirklənməsi, yəni qida maddələrinin, dəyişilmiş qida maddələrindən istifadə etməyimiz, bəli, bunlar yəni bir sıra amillər sonda gətirir hüceyrələrin dəyişməsi və nəticədə xəstəliklərin yaranmasına. Bəs niyə süd vəzi xəstəliklərində irəliləmiş mərhələdə aşkarlanır problemlər? Ona görə belə deyim, onu deyərdim ki, düzdür, son keçmiş 10-15 illiyə baxaraq müasir dövrdə artıq maarifləndirmə tədbirlərini, yəni biz həkimlər sayəsində çalışırıq ki, müəyyən qədər xanımlarımızı maarifləndirək. Amma nə qədər maarifləndirmə işləri aparılsa da xanımlar öz həyatlarına qarşı çox biganə yanaşırlar. Yəni elə xəstələr var ki, 7 il, 8 il, 10 ildən hətta süd vəzilərində bir törəmi olur. Yəni onu görə yenə səhlənkar yanaşarıq, heç nə olmaz və yaxud da kənardan kimisə dediyinə, yəni həkim olmayan qeyri-peşəkarların sözlərinə qulaq asaraq, başqa üsullardan istifadə edərək güya özlərinə yaraşdırmırlar ki, əslində.
problemlər ola Biz bilər. nəyə eşidirik? Valideynlərimizdən nəyi görmüşük? Qadın fədakar olmalıdır, qadın fədakardır, amma sanki Azərbaycan qadını indi hər ikinizdən də istəyəcəm fikirlərinizi bildirəsiniz və yaxud da qonaqlarımız da bizim dəyərli Ruhi xanım, Rəhli xanım da fikirlərini bildirə bilər. Hər birinizin fikri mənə çox maraqlıdır həqiqətən də. Ümumiyyətlə Azərbaycan qadını daha çox fədakardır sanki. Hətta o qədər fədakarlıq keçib bizə nəsildən nəslə, valideynlərimizdən, analarımızdan, nənələrimizdən ki, hətta biz öz sağlamlığımızı belə ikinci, üçüncü, hətta bir neçənci plana atmışıq. Özümüzü əslində ikinci plana atırıq da, yəni həmişə. Ay sağ ol. Niyə bax bu nədir? Bax psixoloji tərəfdən bunu necə açıqlamaq olar? Tibbi nöqteyi nəzərdən necə açıqlamaq olar ki, övladlarımızı hər zaman ən birinci Allah təbii bütün övladları saxlasın. Allah bütün övladları qorusun. Allah heç bir valideyni övladdan sınamasın. Amin inşallah. Amin, amin. Ümumiyyətlə günümüzdə bir məqam var ki, valideynlər belə deyək də o qədər özlərini fəda edirlər övladlarına qarşı və yaxud da həyat yoldaşlarına, ailələrinə qarşı ki, o qədər içlərinə atırlar o stresi, bastırırlar sanki duyğularını. Daha sonra da o duyğular, bastırılmış duyğular o cür süd vəzi xəstəliklərlə, süd vəzi xərçəngindən özünü biruzə verməyə başlayır. Yaxşı, deyirik ki, biz çox fədakar analarıq, qadınlar da Azərbaycan qadını. Bəs onda indi hazırki araşdırmada da hər kəsə belə bir diaqnoz qoyur ki, sən travmalı uşaqsan valideynlərdən. Bəs bu hardan çıxdı? Belə çıxır ki, onda uşaqları aldadır. Belə çıxır ki, bizim valideynlərin fədakarlığı boş, əbəsdir. Xeyr. Məndən soruşsanız, mən dünyaya yenidən gəlsəm yenə də fədakar olaram. Çünki fədakarlıq mənə ilahi alana qovuşmağı, ilahi alanla təmasa girməyi öyrədib fədakarlıq. Xoş fədakarlıq. Qarşılıqlı fədakarlıqdan getmir söhbət. Ailə, uşaq, ata, ana, yaxınlar, dostlar, bunlara fədakarlıq verdikcə biz insanıq. Fədakarlıq verməsək, fədakarlıq etməsək bunların heç bir dadı, birliyi, yaxınlığı qalmaz axı. Sən bir ana kimi necə götürə bilərsən ki, sənin evladına başqası fədakarlıq et? O fədakarlığa, o cəfaya məncə dözməyə dəyər. Yenə də deyirəm ki, heç bir ana, heç bir həyat yoldaşı yoldaşına fədakarlıq etmədən necə yaşaya bilər? O birliyi necə əldə edə bilərik? Bugünkü gündə edilən təbliğ çox yanlışdır. Fədakar. Yaxşı, fədakar olmusunuz. Analara, atalara fədakarlıq deyib diaqnoz qoyulur. Evladlara da ad qoyulur ki, sən travmatik böyümüsən, travmalısan. Bu iki yaxını bir-birinə çarpışdırmaqdır bu. Fədakar deyilsiniz, tanıdığım ən gözəl fədakar anasınız, həyat yoldaşısınız. Eynən də siz hamı fədakardır və o fədakarlıq, o Allahın, Yaradanın buyurduğu kimi qəlbi ilə olduqda gözəl işlər çıxır ortaya. Əlbət. O fədakarlıq deyirik, qarşılıq, əgər biz xəstələniriksə, yaxud da bizim qarşımıza, bədənimizdə xəstəliklər əmələ gəlirsə, deməli bu gözləntili fədakarlıqlardır. Ümumiyyətlə, bəzən o insan, ələxsus qadın özünü o qədər o fədakarlığa qaptırır ki, heç yəni öz sağlamlığını da atır ikinci plana, öz səhhətə, biganə yanaşır, eynən. Bu səhlənkarlıqdır. Bu xarakterdir. Bəli, biraz da belə deyək, mütəmmadi təhsil almamaq, mütəmmadi, ən çox özünə baxan, həkimə gedən, öz qeydinə qalan çalışan xanımlardır. Çünki onların hardasa itirmə qorxusu var özü ilə bağlı. Amma evdar qadınlarımız mütəmmadi həyat yoldaşından çəkinirlər, nəsə istəmək istər maddi baxımdan. Onlar istəmirlər ki, ona xəstə kimi baxsın. Yəni ki, bu kimi çəkingənliklər gətirir bu həddə çatır. Bir də bizim qadınların bir xüsusiyyəti var, minusu var ki, onlar utanırlar həyat yoldaşına açıq etiraf etməyə. Bəli, açıq etiraf etməkdən çəkindikləri üçün bax budur içinə atmaq. Fədakarlıqdan əmələ gəlmir o xəstəliklər. İçinə atmaqdan, utanmaq, etiraf hissindən. İllərdir ki, xanımlarla çalışırsınız. Ümumiyyətlə günümüzdə qadın rifahı deyilən zaman hər kəs mövzunu niyəsə maddi rifaha bağlayır. İlk ağla gələn bəlkə də maddi rifah olur. Amma ümumiyyətlə bu da mən düşünürəm ki, yanlış təbliğatdır qadınların özləri arasında. Çünki daha fərqli və daha önəmli dəyərlər var ki, bu mənəvi dəyərlərdir. Mənəvi rifah turumuzdur. Bu haqda əhatəli müzakirələrimiz olacaq dəyərli izləyəcəyimiz. Hal-hazırda isə qısa fasiləmizə keçmək zamanıdır. Fasiləmizə keçdik ki, siz yerinizi biraz daha rahatlaşdırasınız. Çox qısa fasiləmiz müddətində sözsüz ki, bizim proqramımızın dəyərli sponsoru Şamil Doktor Rızayevin görüntülərini izləyəcəksiniz ki, mən də görüntülərimizə qədər sizlərə məlumat vermək istəyirəm. Sevərək, hansı ki, doktorumuz Black Dental Klinikasında fəaliyyət göstərir və yanaşı olaraq da məlumat vermək istəyirəm sizlərə ki, estetik stomatologiyanın ən yüksək və innovativ səviyyəsini sizlərə təqdim edir bizim dəyərli doktorumuz və
bununla da paralel olaraq qeyd eləmək istəyirəm ki, Vanda İstəyən prinsipi əsasında vaxtınıza dəyər verir, dişlərinizin implantasiyasını bir günün içində və yaxud da bir neçə günün içində sizlərə gözəl, sağlam təbəssüm bəxş edəcək bizim dəyərli stomatoloqumuz, implantolog Şamil doktor Rzayev, hansı ki bizim komandamızda görülən işlər də göz qarşısındadır, sosial şəbəkəmiz də sizlərə təqdim olur və əlaqə nömrəmizi qeyd eləmək istəyirəm ki, 055 733 93 20 sizlərə təqdim elədiyimiz və sizlərə xidmət göstərən yeganə əlaqə nömrəsidir ki, dişlərinizin təbii gözəlliyini və harmoniyasını bərpa edən doktor Şamil Rzayev hər bir pasiyentin fərdi ehtiyacını ön plana tutaraq sizə yaraşan, sizin öz gözəl simanıza yaraşan təbəssümü sizə bir neçə günün içində bəxş eləyəcək. Qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edirik. Bu nə sevgi, nə sevda, amandır, yaramandır, ürəyim yar səninlə tamamdır, tamamdır. Bu nə sevgi, nə sevda, amandır, yaramandır, ürəyim yar səninlə tamamdır, tamamdır. Ürəyim dəli kimi sevən ürəyinə aşıqdır canım. Sənin o baxışlarında bir həyat var. Baxıram gözlərinə, hey baxıram doyamıram. Elə bil gözlərimin baxış borcu var. Belə sevgiyə varam, sən harda mən ordayam. Sənin hər kəlmənə min can deyərəm, yorulmaram. Belə sevgiyə varam, sən harda mən ordayam. Sənin hər kəlmənə min can deyərəm, yorulmaram. Bu nə sevgi, nə sevda, amandır, yaramandır, ürəyim yar səninlə tamamdır, tamamdır. Bu nə sevgi, nə sevda, amandır, yaramandır, ürəyim yar səninlə tamamdır, tamamdır. Mənə dünyanı verələr dəyişmərəm ki sənin o şirin bir gülüşünə, baxışına. Elə sevgi ilə baxırsan mənə, sənə ürəyim, gözlərin tutur məni eşq yağışına. Belə sevgiyə varam, sən harda mən ordayam. Sənin hər kəlmənə min can deyərəm, yorulmaram. Belə sevgiyə varam, sən harda mən ordayam. Sənin hər kəlmənə min can deyərəm, yorulmaram. Bu nə sevgi, nə sevda, amandır, yaramandır, ürəyim yar səninlə tamamdır, tamamdır. Bu nə sevgi, nə sevda, amandır, yaramandır, ürəyim yar səninlə tamamdır, tamamdır. Bu nə sevgi, nə sevda, amandır, yaramandır, ürəyim yar səninlə tamamdır, tamamdır. Bu nə sevgi, nə sevda, amandır, yaramandır, ürəyim yar səninlə tamamdır, tamamdır. Bu nə sevgi, nə sevda, amandır, yaramandır, ürəyim yar səninlə tamamdır, tamamdır. Bu nə sevgi, nə sevda, amandır, yaramandır, ürəyim yar səninlə tamamdır, tamamdır. Mükəmməlsiz, mükəmməlsiz. Akademik Opera və Balet Teatrının solisti, dəyərli dostumuz, xanəndəmiz Gülzar xanım Fərəcova. Xoş gəlmisiniz. xoş Sabahınız gördük. xeyir. Sabahınız Gəlişinizlə xeyir. studiyamızın ab-havası da hissərdiniz qızlar. Dəyişdi də ab-hava. Ümumiyyətlə Gülzar xanımın olduğu məclisləri mən düşünürəm ki, olanlar bilir ki, o məclisə girdiyi saniyədə bütün məclisin aurası dəyişir də. Yəni özünün belə xırda-mırda olmağına baxmayaraq istedadı dünyaya sığmır bu qızın. Xoş gəlmisiniz. Oy canımsız. Sabahınız xeyir olsun Gülnar Sabahınız xanım. xeyir. Efirlərimizin həqiqətən də səhər tezdəndən o gözümüzü açanda ilk dəfə efir açıb ki, baxırıq. Sizin kimi gözəl xanımı görəndə necə ola bilərik? Çox gözəl, çox huzurlu evlərimizə huzur gətirirsiniz. Var olasınız.
Mən də sizi salamlayıram. Nə gözəl ki, bugün qəşəng, gözəl xanımların əhatəsindəyəm. İnanıram ki, bu günümüz çox maraqlı keçəcək. İnşallah. Necə keçdi Novruzunuz? Bayramınız mübarək. Bax, Keçmiş də olsa, biz də hələ Bax, Novruz hələ keçməyib, hələ Novruz bayram. bayramı tətillərini yaşayırıq. İzləyicilərimiz də bu bayram günlərini daha da gözəlləşirlər. Enerjiləri gözəlləşir sayənizdə. Mənə çox maraqlıdır. Necə keçirdiniz bu il Novruzu? Harda keçirdiniz? Maraqlı. Ailəmlə evdə belə özümüz keçirdik bu dəfə. Bu dəfə deyəndə əslində Novruz milli bayram olduğuna görə zaten Novruzu həmişə evimizdə, əzizlərimizlə, doğmalarımızla keçiririk. Belə bütün xalqımızın bayramını bir daha təbrik eləyirəm, keçmiş də olsa ürəkdən. İnşallah ki, Azərbaycana həmişə bayram abu-havası yaraşır, elə həmişə də təki bayram olsun. Amin. Həqiqətən də Necə ki, bugün sizin Azərbaycanımızda studiyanız çiçəklər açır, hara baxırsan adam ürəyi açılır. Bəli, bugün bizim studiyamızda əsl bayram abu-havası hiss eləmək olur. Bugün həm maariflənirik, həm zehnimiz qidalanır, həm ruhumuz qidalanır gözəl mahnılarla, həm də ki, gözəl enerjilərimiz var. Sözsüz ki, istəyəcəm öz taxt-ı tacınıza keçid alasınız, dəyərli Gülzar xanım. Və mən isə qeyd edeyim dəyərli izləyicilərimizə ki, həqiqətən də bugün studiyamızda əsl bu bayram abu-havası, el şənlikləri abu-havası hiss olunur. Çünki dəyərli psixoloqumuz studiyamızda, dəyərli həkimimizin də rəyini aldıq. Xanəndəmizin gözəl məlahətli səsi varsa, el şənliyimiz daha da gözəl olacaq deməkdir və xonçalarla studiyamız daha da gözəlləşmiş oldu həqiqətən də. Biraz sonra keçid edəcəm xonçalarımızın yanına. Çünki orada müəyyən əl işləri hal-hazırda hazırlanır. Amma bayaqki mövzumuza istəyəcəm geri qayıdım. Çünki reklamlardan əvvəl mən bir mövzuya toxundum. Günümüzdə ümumiyyətlə qadın rifahı deyilən zaman, Gülnar xanım, belə deyək də, uzun illərdir artıq qadınlarla çalışırsınız və müdrik qadınlar qrupu, daha öncə mələk qadınlar qrupu, çox böyük qadınları bir araya, yəni çox saylı xanımları statuslarına fərqli olmayaraq hər zaman bir araya toplayırsınız. Və qadın rifahı deyilən zaman ağla ilk olaraq qeyri-ixtiyari maddi rifah gəlir və çox insan bunu günümüzdə fərqli istiqamətə yozur, fərqli istiqamətə yönləndirir ki, istəyəcəm sizdən soruşum, bəs qeyri-maddi rifah nələrdən ibarətdir və qadınlar bu dəyərləri necə öncəlik etməlidirlər özləri üçün? Bir söz var, deyir, yaxşı dostu olanın psixoloqa ehtiyacı olmaz. Şəxsən mənim siz varsınız deyə psixoloqa ehtiyacım yox. Yaxşı dostu olan insanın da maddi baxımdan birinci insanın dostu onu yaradandır, insanın dostu qəlbidir, sonra onun yaşamıdır. Baxın, təməldən deyəcəm. Çünki bu işin üzərində illərlə əmək sərf etmişəm, hətta gəncliyimi qurban vermişəm bu yola, heç də peşman deyiləm. İnsan qəlbi ilə dostlar qazanır, insanın qəlbi tam olduqca onun ruzisi də tamlaşır. Günah xanım, gəlin sizə bir primer çəkəcəm. Az öncə fədakarlıqdan danışdıq. Siz fikir verirsiniz, bunlar hamısı üst-üstə yığılıb. Gördünüz? Əlbəttə. Hamısı bir-birindən faydalanır. Sonra bunlar gəlir, bir toplu oldu, burada gözəllik yarandı. Hamınızın da könlü xoş olur bunu gördükdə. İnsanlar da belədir. Bu yaradanın birbaşa əmridir. Deyir ki, biz bugün qadınların maddi durumu, ilk onu da deyim ki, Azərbaycanda maddi durumu zəif, tamamilə sıfır ailə həyatı, ailəsinin əlinə baxan deyim, özünün qazanmayan qadınları böyük miqdarda gəliri olan qadınlarla bir araya gətirən, bunu mən sözünü sevmirəm, amma təəssüf ki, bunu mən etdim. Və bu çox geniş yayıldı, bəli. Hansısa qadın deyəndə ki, mənim üst başım yoxdur, geyimim yoxdur, mən onu tez həll etmişəm öz gəlirimlə. O qadınları bir araya yığmışam və başa salmışam ki, insan ətrafı ilə gəlişir. Qəlbi ilə və ətrafı ilə gəlişir. Uca Allah Quranda deyir ki, ruzini sizə mən verirəm. Ruzini mən verirəm. İnsan savad almalı, insanlarla ünsiyyəti tarazlamalı. Ünsiyyət taraz olduqca sənin ətrafında mütləq sənə şərait yaradan bir insan olacaq. Mütləq olacaq Gülnar xanım. İnsan ac qalmır belə gedişatda. Və bugün də ölkəmizdə çox sayda çağırış edənlər var ki, gəlin sizə pul qazanmağı öyrədim. Pul qazanmağı öyrədilər, buna da ən çox qadınlar inanır. Kütləvi şəkildə qadınlar axın edir. Amma Allah da Quran-Kərimdə deyir ki, ruzini mən verirəm sizə. Çalışmasanız ruziniz gəlir. Yox. Kimsə sizə nə qədər pulu hardan gəlməyini, hər hansı bir üslubu öyrədəndə sizin pulunuz artır. Öz zəhmətinizdən çalışmasanız, bəli, Uca Allah da deyir ki, hər bir insana çalışdığının qarşılığı var. Maddiyyat deyə ruhumuzu unuduruq Gülnar xanım. Maddiyyatı düşünə-düşünə biz ruhsal varlığı, ruhsal qidanı unuduruq. İnsan birinci ruhən qidalanır,
sonra onun maddiyyatı artır, sonra o maddiyyatla baş edə bilir, sonra o maddiyyatın dilindən anlayır. Bizdə təbliğat çox yanlışdır. Bax, bunu mən çox açıq və net şəkildə deyirəm, təbliğat çox yanlış gedir. Hara baxırsan gəl varlan, hara baxırsan gəl sənə pul qazanmağı öyrədim. Bəs bu insanın ruhu, bəs bu insanın ailə bağları, bəs bu insanın qohum, gen bağları, bunlar harda qaldı? Pulum var, bugün özümü düşünüm, yox. Ona görə mən pulu olmayandan, pulu qazana biləni gətirdim bir araya. Başa saldım ki, insan toplumda özünü tapır, ruhunu tapır, sonra gəlişir. Ümumiyyətlə Azərbaycanda, ölkəmizdə, yəqin siz də təsdiqləyirsiniz ki, daha çox psixoloqlara müraciət edənlər qadınlardır, xanımlardır. Yüzlərlə, minlərlə Qadının xanımlar 9 nəfsi var. Ümumiyyətlə günümüzdə çox xanımlarla çalışırsınız, illərdir. Bax, özünüzün sözünüzdə qüvvət, bütün o illəriniz, indi də Çox sayılı gəncsiniz. yanlış rituallarda. İndi də gəncsiniz, amma gəncliyinizi deyirsiniz bu sahəyə. Həqiqətən də uzun illərdir artıq 20 ilə yaxındır ki, bu sahəyə əmək sərf edirsiniz. Bu xüsusda qadınların ümumi qeyd eləsək, daha çox günümüzdə hansı psixoloji, sosial problemləri daha aktual xarakter daşıyır? Gülnar xanım, insanların unutduqları bir məqam var. Qadın, bəli, fədakar olmalıdır. Qadın fədakar olmalıdır. Fəda etmədiyin heç bir işdə fayda yoxdur. İnsana asan nəyi versən, 3 gün, 4 gün sonra onun mahiyyəti itir onun gözündə. Və bir də bir şeyi unudurlar ki, imtahan dünyasındayıq. Hər bir insanın bir sıxıntısı var və sıxıntı olmadan həyat yoxdur. Sıxıntısız insan darıxan varlıqdır. Sıxıntısız insan heyvanlaşar. İnsanı özünə gətirən, hər hansı bir qarşına çıxdığı çətinlik içində, o maneə içində insan özünü tapır. Maneəni insanın həyatından çıxardın, görün nələr baş verir. Maneələr insanın həyatından çıxsa nələr baş verir? İnsan emosional varlıqdır, o daxili aləmi ilə mübarizə aparır. İnsan yaradılmış bir varlıqdır. Ona verilən qaydadan o cayanda o ziyana uğrayır. Təbii ki, kim nə dedi ona inanacaq, müxtəlif rituallar, yanlış inanclar, bunlar insanı daha da dərinə aparır, daha da çöküntüyə aparır. Qeyri-inanmaq, yəni ki, siz məntiqli, ağıllı davranmaq lazımdır, ən çox qadınlara lazımdır bu. Sən özün kimi bir qadındır. Bu qadın peyğəmbər deyil, ilahi bir algısı yoxdur. Hardansa hər hansı bir yanlış inancı əzbərləyib gəlib sənə öyrədir. Sən bir qarşındakı insanın həyatına bax, nələrdən keçib, bunun yaşına bax, bunun yaşanmışlarına bax. Hər bir insan öz həyatından bir hekayə yazır. Alimlərə bax, Tolstoy. Hər kəs öz yaşantılarından, içəridə olmağından, yəni qazanmaqda olmaq, oradan yazır, praktikaları üzrə yazır. Hər öz təcrübəsini bölür. Bəli, öz təcrübəsindən gələn kitabları oxuyurlar. Az öncə mən sizin otaqda da dedim ki, bu kitablar hamısı sadəcə motivasiyadır. Amma ruhun tutunacağı Rəbbidir, ilahi göndərişdir. Adi elementarlı bir, sadə bir üsul deyəcəm. İnsan necə sağalar? Bax, psixiatrik bir araşdırma imzalıdır. İnandırmaqla özünü. Gizli yaxşılıq. Gizli görünməyən yaxşılıq et, insanın nə əsəbi qalır, nə xəstəlikləri qalır, ruhsal halı qaydasına düşür. Ən çox da siz fikir verirsiniz, heyvan saxlayan insanlar necə rahat insanlardır. Onların özünə məxsus bir... Təxminə bir il əvvəl, danışırsınız, mən qaytarız o illərə. Bir il əvvəl, Allah bütün övladları qorusun, Allah heç bir valideyni bayaqda dediyim kimi övladından sınamasın. Balaca övladım, oğlum, dəfələrlə durmadan xəstələnirdi. Yəni, düşünün ki, adam sağaldırdıq, təzə xəstələnirdi. Uşaq belə halsız heysiz arıqlamış nə vəziyyətdə. Yığdım Gülnara ki, Gülnar, belə bir hal var. Bilmirəm, telefonu götürdüm və sənə yığdım da. Yəni, qeyri-ixtiyarı bilmədim necə o, niyə sənə həkim deyilsən də, yəni psixoloqsan. Niyə bilmirəm, amma ürəyim dedi ki, sənə yığmaq istəyirəm. Yığmışam, Gülnar qayıtdı ki, sədəqə ver. Qurban kəs. Sədəqə ver, dinən ki, bu övladımın yaxşılıq elə, amma demə heç kimə. Dedim, sən mənə dinəndə, sən bu işin içindəsən ki, çünki efirdə indi siz, biz, amma Gülnar mənim dəyərlimdir, doğmamdır. Həqiqətən də efirdən kənar nə olursa mən onunla bölüşürəm. Dedi, sədəqə ver, amma heç kim bilməsin ona. Amma bil ki, o insanın o yaxşılığa ehtiyacı var. İnanırsınız ki, elədiyimin sabahsı günündən artıq mən o fərqi hiss elədim, həqiqətən. Yəni, o heç arada paylaşmadıq, heç kimin xəbəri olmadı. Bir kəlmə dedi ki, filan kəsin nəyəsə ehtiyacı var, elədik. 2 gün, 3 gün sonra artıq hamısı düzəldi. Bilmirəm, o dediyiniz sözün təsdiqidir, yoxsa necəsə bir möcüzə oldu həqiqətən. Düşünün ki, bir ay xəstə olan uşaq, bir aydan çox xəstə olan uşaq
bir günün içində, 2 günün içində tam sağaldı. Həqiqətən də dediyi sözün sübutunu mən yaşamış oldum. Həqiqətən də günümüzdə belə deyək də bir çox bilmədiyimiz məqamlar və yaxud da bilib də xatırlamağa çətinlik çəkdiyimiz məqamlar var ki, bəzən lazım olur kiminsə yadımıza salması. Mənə çox maraqlıdır Gözəl xanım. Həyatınızın hansısa bir dönəmində bax bu və yaxud da digər hər hansısa bir psixoloji sıxıntılarınız olub, mikrofon istəyəcəm götürəsiniz. Yəni psixoloji durumundan əgər dəyərli psixoloqumuz burdasa, bir sualınız varmı ona? Qadınlardan danışırıq. Nə gözəl, ümumiyyətcə mənim də ətrafımda bu sahə ilə məşğul olan dəyərli xanımlar çoxdur əlbəttə ki. Nə gözəl ki, bugün onlardan birinin də sayı artır Gülnar xanımla. Çox şadam tanış olduğumuzu əlbəttə ki. Az öncə sizin sözünüzə qüvvət olaraq demək istəyərdim ki, vaxtilə müəyyən məsələlər olubdur ki, məsələn mənim də həyatımda mən ona qurban deyərək ki, qurban, yəni gözümü açıb ailəmizdən bunu görmüşəm də, sədəqə ver, qurban kəsmək və s. Hansı qurbanı demişəmsə, o arzum, o niyyətim mütləq şəkildə yerinə yetib və onu kəsmişəm, çox şükür Allaha. Allah təki hər birimizi arzularımıza çatdırsın, əməli salih insanlardan eləsin, çox mübarək aydayıq. Həmçində elə söhbətimiz də nə gözəl aya təsadüf eləyir. Belə və düşünürəm ki, o ki qaldı sualım. Ümid edirəm ki, veriliş boyu mütləq ki, hər hansısa bir suallarım yarınarsa mütləq verəcəm. Gülnar xanım ünvanlayacağam. Yəni suallar həqiqətən də çoxdur. Ümumiyyətlə bax biz qadınların fədakarlığından danışırıq. Biz valideynlərimizdən gördüklərimizi, analarımızdan, nənələrimizdən gördüklərimizi danışırıq. Siz də bir xanım olaraq, bir ana olaraq, bir həyat yoldaşı olaraq həm karyeranızda inkişaf eləmək, irəli getmək, bu sahədə kifayət qədər çoxsaylı belə deyək də işlərə, uğurlara imza atmaq, uğurlardan da əlavə bu qədər tanınmaq və yanaşı olaraq da ailənizdə çox gözəl həyat yoldaşı, fədakar ana deyərdim övladınız üçün. Sizə görə bax bu uğurun sirri nədir? Fədakarlığın. Ümumiyyətcə bax fədakarlıq deyir, aşırı fədakarlıq vəfasızlıq gətirir. Həqiqətən də düşünürəm ki, biz xanımlar dünyaya göz açanda ana xəttimiz bizə öyrədir ki, qadınsan, fədakar olmalısan, qadınsan, mütləq sən hər şeyə göz yummalısan. Sən bütün hər yükü bizə yükləyirlər sanki. Amma mən də bir oğlan anası olaraq düşünürəm ki, məncə biz oğlanlarımıza bunu daha çox aşılamalıyıq ki, qadına diqqət eləmək lazımdır, ona fədakarlıq eləmək lazımdır. Biz o qədər özümüzdən verməyi xoşlayırıq. Var cəmiyyətdə. Bəli, özümüzdən verməyi çox xoşlayırıq, əlbəttə. Narazılıq edirsiniz, hə? Yəni ki, çox fədakarıq. Fədakarlıq eləmək olar, amma onun da o çərçivə dışı ki var, o ziyan gətirir. Həddən artıq. Mən elə düşünürəm. Həddən artıq fədakarlıq vəfasızlıq gətirir. Gülnar xanım, əgər biz fədakar anayıqsa, onda bir oğul anaları, oğlanlarınız böyüyüb həddi buluğa çatdıqda, qaynana obrazı niyə götürülmür? Niyə artıq oğlunun peşini buraxmır o fədakarlığı? Buraxsın ki, gəlinə. Görürsünüz, o onun artıq ruhundadır. Siz ona etiraz etsəniz də insan belə yaranır. Xəslətimiz budur, hə? Bəli, oğlan evlənəndə buraxın. Oğlanlarınızı buraxın da, niyə buraxmırsınız? Mən hələ daha çox fədakar. Hələ biz o hissi eləmirik. Zamanı gəlincə görəcəksiniz. Gələndə bəlkə də. Ancaq mən düşünürəm ki, insan bir şeyi özünə rəva bilmirsə, onu qarşı tərəfə də rəva bilməməlidir. Yəni bu sən qaynana statusunda da ola bilərsən, ana statusunda da ola bilərsən. Ancaq bu günləri hələ gəlin belə deyək də, bu gün axı bizim hələ daşıdığımız status var. Biz kimisə qızıyıq, kimisə gəliniyik, kimisə həyat yoldaşı, kimisə anasıyıq. Hələ bu statusları daşıyaq, qaynanalığa da biraz var. O dönəmə də gəlib çatanda, yəqin ki, onu da nə cür hiss eləyəcəyiksə, o cür düşünürəm ki... Dəyişmir. İllər əvvəldən dəyişmir. Yəqin ki, elə belə də öyrədiblər də bizə. O insanın ruhundadır, ana obrazı, doğurucu qüvvə və bunu da elmi araşdırma göstərir ki, qadın oğluna ər obrazında yanaşır böyüdükdən sonra. Bəli, o təsəvvür edirsiniz ki, onun oğlu evlənir. Bunu bu yaxınlarda bir nevroloq da araşdırmasında. Qısqanclıq başlayır. Bəli, qısqanclıq. Qadın bir mənalı oğlunu qızından çox qısqanır, çox bağlılıq var. Fikir verirsiniz, evləndikdən sonra daha da can atır ki, oğlunun bütün ehtiyaclarını ödəsin, yeməyi, giyinməyi. Yenə də ona yeni körpə uşaq kimi baxır. Görürsünüz, o ruhən elə doğulub qadınlar fədakar. Etiraz etsək də,
amma yenə də onu yerinə yetiririk. Reallıq. Buna qarşı çıxmaqdansa bunu sevmək lazımdır. Nə gözəl ki, o fədakarlığı sizə verib. Düzdür, biz gəldik övladla ana bağlılığından daha çox danışırıq. Münasibət. Ancaq bizim fədakarlığımız təkcə övlada deyil ki, Həyat düzdür? yoldaşına da var. Əlbəttə ki, ümumiyyətcə aid olduğumuz ortama olan fədakarlıqdan söhbət gedir. Bəzən aşırısı olanda görürsən ki, vəfasızlıqla geri qayıdır. O reallıq. Bu da bir reallıq. Yəni həqiqətən Bir açıqlaması var. Siz aşırı fədakarlıq göstərdiyiniz insanlar əgər sizə nankorluq göstərirsə, buradan hamı bilsin, heç kim qarşılıq ala bilməyəcək bu həyatda. Etdiyiniz yaxşılığı dayandırmamaq üçün sizə bir açıqlama deyim, imzalı şəkildə heç vaxt siz istədiyiniz qarşılığı almayacaqsınız. Ona görə ki, heç bir insan sizə etdiyiniz fədakarlıq qarşılığında o mükafatı vermə iqtidarında deyil, o gücə sahib deyil. Nəticədə qarşınızdakı ehtiyaclıdır ki, siz ona fədakarlıq göstərdiniz. Burada isə yaradana yer buraxmaqdır. Mükafat yaradandan gəlməsi üçün Allahdan. Qarşınızdakı insanı çıxardır Allah oradan. Ki siz gözləntini ondan yox, ondan alacaqsınız. Mükafat onda əbədi gəlir və möhkəm gəlir. Ayşə xanım təsdiq verir ancaq. Bəli. Ayşə xanım başından təsdiq verir. Bəli, düzdür. Bizim dəyərli Gülnar xanım, Eləcə Gözəl xanım həqiqətən də fikirləri və debatları çox maraqlıdır. Bax, ümumiyyətlə günümüzdə sizin sahəni mən düşünürəm ki, sizin sahədə ustalarınızdan bəlkə danışarsınız. Bəli. Ümid edirəm, sizin sahədən ustalarınızdan bəlkə danışarsınız. Ona görə bax, elə zarafat bir an soruşmaq istəyirəm sizdən ki, qadın kimi simvolizə eləyən onların düzgün qamətləri və gəlin real etiraf eləyək ki, süd vəzlərdir. Yəni, qadın selüiti çəkdiyimiz zaman süd vəzi onu qadın obrazına salmış olur, düzdürmü? Və süd vəzləri bizim istər qadın kimi özgüvənimizin olması, istər qamətimizin gözəl olması və istərsə sağlamlığımızın təməli kimi qeyd olunur. Bu xüsusda sizdən soruşmaq istəyirəm, Ayşə xanım, süd vəzi xəstəlikləri bütün dünyada olduğu kimi Azərbaycanda çox aktual xarakter daşıyır ki, bugün ölkəmizdə ən aktual olan süd vəzi xəstəlikləri hansılardır? Demək, aktual olan ümumiyyətlə süd vəzi deyilən zaman ilk dəfə ağlımıza ancaq süd vəzinin bədxassəli, yəni xərçəngi gəlir. Amma demək istəyirdim ki, qadınlarımız arasında təkcə süd vəzinin bədxassəli xəstəlikləri yox, eləcə xoş xəstəli xəstəliklər də daha çox müşahidə olunur ki, bunlara da süd vəzində belə deyim, fibroadenomalar, fibrokistik törəmələr, belə deyim, mastit ola bilir, süd vəzinin hər hansı bir süd vəzi giləsindən axıntıların olması. Ən əsası da daha çox özümdən, təcrübəmdən deyə bilərəm ki, pasientlər arasında demək olar 70-80% qadın hal-hazırda süd vəzi ağrıları ilə bizə müraciət edir. Ümumiyyətlə, bu süd vəzi xəstəliklərinin də yaranmasının bir sıra ən əsas demək olar ki, hormonal pozuntular nəticəsində formalaşırlar xəstəliklər. Tutalım ki, hər hansı pasiyent bizə ağrı ilə müraciət edirsə, yəni demək olar, bayaq da qeyd elədiyim kimi ən çox müraciət edənlər ilk növbədə ağrı olur ki, onlar həkimə müraciət etməyə başlayırlar. Ağrıların bir sıra səbəbləri ola bilir. Hormonal faktorlarla əlaqəli ağrılar olur süd vəzlərində. Aybaşı dönəmindən öncə bu hormonal amillərin təsiri nəticəsində süd vəzi ağrıları. Hansı belə deyim, simptomlar, hansı əlamətlər qadınlar üçün həyəcan təbil olmalıdır süd vəzi problemlərində? Süd vəzi ilk növbədə əvvəlcə onu qeyd edeyim ki, xanımlar özlərinə qarşı biganə yanaşmamalıdırlar. Vaxtaşırı olaraq hər bir xanım biz adətən skrininq müayinələrini məsləhət görürük ki, bilirsiniz ki, mammoqrafiya müayinəsi, ultrases müayinəsi, qızıl standartımız mammoqrafiya müayinəsidir. 40 yaşından sonra hər bir xanıma məsləhət görürük ki, ildə bir dəfə də olsa mammoqrafiya müayinəsindən keçsin. Amma 40 yaşına qədər olan xanımlar isə ildə 2 dəfə ultrases müayinəsindən keçirlər. Bundan 20 yaşına qədər olan xanımlar isə vaxtaşırı olaraq evdə özlərini, süd vəzlərini göz önünə keçərək müayinə etməlidirlər. Müayinə edən zaman, məsələn, ola bilər ki, süd vəzində hər hansı bir qızartı, dərisində portağal qabığı simptomu deyilən bir əlamət var, çökəklik müşahidə edilə bilərlər. Süd vəzi girəsini sıxan zaman buradan müxtəlif rəngli ifrazatların gəlməsi mümkündür. Sonra ağrı, bayaq izah elədiyim kimi müşahidə oluna bilər. Əllə əllənən törəmələrin olması. Bu artıq bizdə süd vəzimizdə hər hansı bir problemin olduğuna dəlalət edir və bu zaman mütləq həkimə müraciət etməlidirlər. Mən ümumiyyətlə hər zaman deyirəm ki, hər birimiz fərqli sahə mütəxəssisi ola bilərik. Yəni, məsələn, şəxsən mənim tibbi təhsilim yoxdur, amma hər birimizin
sizlərin peşəkar yanaşmanıza və maarifləndirmənizə ehtiyacımız var. Bəli. Çünki nə qədər çox maarifli olsa, bir o qədər silahlı olmağımız deməkdir ki, süd vəzi xəstəlikləri ilə bağlı doğru bilinən yanlışlar da çoxdur. Miflərmi deyim, Bəli. yanlışlarmı deyim və yaxud da Türkiyə çarələr. İstəyəcəm əhatəli təcrübənizi bizimlə bölüşəsiniz. Demək, ilk növbədə ən çox xanımlarımızı narahat edən, məsələn, xəstə ki olur, müraciət eləyir, biopsiyadan qorxurlar. Yəni belə deyim də, demək olar ki, qorxulu bəlasına çevirib xanımların ki, ay doktor, yox, biopsiya elətdirə bilmərəm, o çox ağrılı prosedurdur və yaxud da məndə olan xoş xəstəlik şişi, bəd xəstəlik şişə çevirə bilər və yaxud da, bəli, məndə xərçəng varsa, bu artıq biopsiya etdirsən başqa orqanlarına yayıla bilər. Yəni, ən birinci növbədə bunu bildirmək istəyirəm ki, biopsiyadan heç vaxt qorxmasınlar. Yəni, süd vəznində hər hansı bir törəmə varsa, biopsiyanı biz xüsusi, belə deyim, qalın iynə ilə turkat biopsiya olunur, aparat vasitəsilə. O iynənin oradakı olan hüceyrəni transformasiya edərək şiş hüceyrəsinə çevirmə qabiliyyəti yoxdur. Nə də ki, süd vəznində olan şiş hüceyrəsini yayma xüsusiyyətinə malik deyildir. Yəni, bundan bu fikri demək olar ki, ağıllarına silsələr yaxşı olar. Sonra ikinci növbədə, məsələn, mamoqrafiya etdirmək istəmir, çox xanım gəlir, müraciət edir, deyir, yox, doktor, istəmirəm. Mamoqrafiya çox, bəli, xof var, çox ağrılı prosedurdur, etdirə bilmərəm. Yəni, buradan onu bildirmək istəyirəm ki, hər xanımda bu ağrılı, belə deyim, nə qədər sinir hüceyrələri aktivdirsə, o xanımlar o ağrını daha kəskin şəkildə hiss edə bilər. Bəzən ola bilir ki, xanımlar ağrı hiss etmirlər mamoqrafiya müayinəsi zamanı, ona görə bundan çəkinməsinlər, müraciət etsinlər. Sonra ən başlıca isə həkimə gəlməkdən çəkinirlər ki, ümumiyyətlə o qədər xanımlar arasında o qədər süd vəzi ilə bağlı, bilmirəm, qədimdən gələn qorxurlar da, yəni kimi bir... Toxunmaq olmaz kimi düşünürlər. Bəli, yəni düşünürlər ki, mütləq mən həkimə gedirəmsə, mütləq məndə bəd xəstəlik şiş çıxacaq. Yəni o düşüncə insanların beynində formalaşır. Azərbaycanda və bütün dünyada bir reallıq var ki, statistik dəyərləndirmə bunu göstərir ki, süd vəzi xərçəngi hər 8 qadından birində var. Bu, biraz düzünə qalsa, real etiraf edir, biraz ürküdücü statistikadır, biraz belə qorxuducu statistikadır. Bəs bu statistikanı əsas götürərək, o 8 qadından biri biz olmayaq və yaxud da siz olmayasınız, izləyicimiz olmasın deyə hansı profilaktik addımlar var ki, biz o 8 qadından biri olmaq istəmirik, neyə bilərik? Ümumiyyətlə, hal-hazırda Azərbaycanda onkoloji xidmətin, belə deyim də, təşkili çox yüksək səviyyədədir. Artıq bir neçə il öncəsinə baxmayaraq, müasir dövrdə müasir aparatların istifadəyə verilməsi və həkimlərin bu məsələ haqqında çox bilgili olması, belə deyim, xəstəliyin qarşısını almağa köməklik göstərir. Lakin, belə deyim, təkcə həkimlərlə olan bir iş deyil. Buna gələn pasiyentlər də həkimə inanmalıdır, güvənməlidir, xəstəliyi qəbul eləməlidir və müraciət etmək istəməlidir. İlk növbədə maarifləndirmə tədbirlərini gücləndirməli, yəni təkcə həkimlər olaraq yox, ətrafımızda da savadlı, bilikli, bu xəstəlik barəsində məlumatı olan xanımlar da öz, belə deyim, Leyla xanım dediyi kimi bayaqları xanımlar bir qrup altında birləşib, özlərinə dəstək olurlar. Eləcə də biz də bir-birimizə dəstək olaraq məlumatlandırmalıyıq ki, onlar çəkinmədən həkimə müraciət etmək. Həqiqətən də maariflənmədən çox şey asılıdır və mən bunu qeyd eləmək istəyirəm ki, dəyərli Aysel xanım, bizim dəyərli cərrah onkoloqumuz, cərrah mamoloqumuz artıq uzun müddətdir ki, Azərbaycan Tibb Universitetinin onkoloji xəstəxanasında, ATU-nun onkoloji klinikasında çalışır ki, qeyd eləmək istəyirəm, bizim sosial şəbəkəmizdə aşağıda qeydiyyatdadır, yəni ünvanımız da, əlaqə nömrəmizdə, bütün koordinatlarımız sizlərin xidmətinizdədir və yanaşı olaraq da mən mütləq şəkildə şəxsən özüm tövsiyə edirəm sizlərə ki, dəyərli xanımlar, mütləq Aysel xanımın sosial şəbəkəsini, Instagram üzərindən izləməyə alın. İzləməyə aldığınız təqdirdə mütəmadi orada maarifləndirici postlar çıxacaq qarşınıza və nə qədər çox bayaq da dediyimiz kimi hər birimiz qadınlar nə qədər çox maarifli olsaq, bir o qədər silahlı olmağımız deməkdir ki, elə maariflənmək öz əlimizdədir. Bəzən nəyinsə maddiyyatın üzərinə atırıq, problemləri, nələrinsə üzərinə atmağa meyillənirik, amma düşünürəm ki, artıq bir belə deyək də düyməcik qədər sizə yaxınıq və rahatlıqla siz də əlaqə saxlayıb check-up müayinələrdən keçə bilərsiniz. Aysel xanım digər kolleqaları kimi, peşəkar kolleqaları kimi bacardığı qədər hər birinizin səsinə səs olmağa çalışır. Hər birinizə mütəmadi. Elə insan var ki, məsələn, deyir ki, pasiyentlərim var, günümüzdə kifayət qədər pasiyentləriniz var, xanım, sizin özünüzün nəyə lazımdır düşünə bilər də hansısa bir həkim ki, niyə mən bu qədər zamanımı xərcləyim, enerjimi xərcləyim, digər vəsaitlərimi xərcləyim və insanların maarifləndirməsi üçün bu qədər işlər görüm. Amma həqiqətən sizin işləriniz çox təqdirə layiq bir işlərdir ki, yenə də bütün hər birimizin nə qədər çox maariflənməmiz üçün böyük çabalar sərf edirsiniz. İstər həmin o
müdrik qadınlar qrupunda, istər televiziya məkanlarında, istər sosial şəbəkə üzərindən mən düşünürəm ki, hər birimiz nə qədər çox məlumatlı olsaq, bir o qədər yaxşı bir Sağlamlığımıza məqamdır. biganə yanaşmayaq. Yəni vaxtında həkimə müraciət edək, ən azı müayinələrdə, mammoqrafiya müayinəsindən, ultrasəs müayinəsindən keçərək tam arxayın olaq ki, bizdə hər hansı bir süd vəznində bir proses yoxdur. Çünki bəzən ola bilir ki, yəni xanımlar o halda müraciət edirlər ki, o törəməni məsələn tutalım ki, süd vəznində əllənən zaman artıq bu da gecikmiş mərhələdə müraciət etmələrinə səbəb ola bilər. Lakin skrininq müayinələr aparılan zaman olub bilir ki, çox kiçik ölçüdə, yəni 1 sm-dən kiçik törəmələrdə biz müşahidə edə bilərik və həmin xanım üçün bu çox yaxşı bir nəticədir. Vaxtında müraciət etmiş sayılır. Əla, Gülzar xanım, canınız cənnətlik. Sağlamlığınızın qeyd necə qalırsınız bəs? İldə bir dəfə check-up müayinələrdən keçirsiniz, ümid edirəm. Ehtiyac olduqca deyərdim. Yenə də yəni bu heç də nümunəvi bir şey olmadığına görə mən də müsəlman kimi belə deyim, o deyir. Xəstələnməsən həkimə getmirsən. Hə, bu yanlış düşüncədir. Hə, yanlış düşüncədir. Əslində yanlış olmamalıdır, düşüncədir. amma ehtiyac duyduqca müraciət Məhz eləyərəm ona mən də görə həkimə. görürsüz, dünya ölkələrində bütün xəstəliklər, tək onkoloji xəstəliklər deyil, vaxtında aşkar edirlər. Çünki onlar vaxtaşırı olaraq mütəmadi həkim müayinəsində olurlar. Rutin olaraq da elə bil ki, rutin olaraq İldə onlar bir artıq onu dəfə qəbul mütləq. eləyiblər. Amma Biz o qədər işə qaçırıq ki, iş. Bir də baxırıq ki, Sağlamlığımız gecə ən son saat 12, plandadır. 1 hələ də iş davam eləyir. Fədakar qadın özünə vaxt ayıra bilmir. İstəyəcəm Gülzarımız gəlsin yanıma. Fədakar xanım. Bir hərf qədər fərqimiz var sizlə. Gülzar, Gülnar, gəlin yanıma. Mikrofonu uzağa qoymayın. Hara? Xanım, o sizin çörək ağacınızdır. Hara? Gəl görüm yanıma, gəlin. Dəyərli izləyəcəyimiz əziz xanımlar, ildə bir dəfə profilaktik check-uplardan keçməyimiz kifayət eləyər ki, hər zaman sağlam qalaq. Bizim də bacardığımız qədər eləmək istədiyimiz və təşəbbüsümüz bundan ibarətdir ki, hər birimiz maarifli olaq. Çünki həqiqətən də mənim özümün də bilmədiyim məqamlar var, qonaqlarımızın da hər birimiz bayaq Gülnar xanımın dediyi kimi birləşək, toplu şəkildə bir-birimizdən nə qədər yararlıq, bir o qədər yararlı olmağımız gözəl nəticələrə gətirib çıxara bilər. Yaşasın qadınlar. Bəli. Feminizm kimi çıxmasın, gəlin. Hələ oxumuruq, gedirik. Hələ oxumuruq. Hələ gedirik o gözəlliklərin yanına. Xoşuma gələn ərazi gəldi. Bəli, ən sevdiyiniz ərazi siz buradan. Mən də keçid edirəm buradan. Mən də keçid edirəm bu tərəfə. Gülzar xanımız da balaca çıxılı moqqılı idi. İndi bu tərəfdə heç görünmür. Bəli. Hə, elə həmkar. Bizdikdir. Problem deyil. Hara qoyaq onu? Qoyacam, harasa qoymağa çalışacağam. Mən sizə kömək edeyim. Hə, məncə. Biz də bunu bura qoyaq. Okey, əla, super. Gəl qoyaq yerə. Yazıq bu oğlanlar, bu xonçaları necə daşıyırlar bu bəylər? Hə, iki qız birləşib bir dənə xonçanı ortaya yaxır. Gəl, Gülzarımız gəlsin. Aha, söz, siz burada, əla, supersiniz. Siz burada, aha, əla. Mən isə keçid edeyim qonaqlarımızın yanına. Burada bizim çantalarımız da hazırlanır. Orada da bizim kalağaylar. Mən də deyirəm, görəsən Ruhi xanım əvvəl oxuyub, yoxsa niyə deyir həmkarıq biz? Elə həmkar. Mikrofonu yaxın tutun. Xına, xeyir işlərimiz, nişan işlərimiz, burada gəlinlərimizin kəlağayısı. Mən çox sevinirəm ki, Gülnar xanım, gəlinlərimiz bu kəlağayı adət-ənənəsini qoruyub saxlayırlar. Demək olar ki, bütün gəlinlərimiz kəlağayı sevir, kəlağayı istəyir. Ümumiyyətlə, kəlağayıları indi müasirliklə vəhdətdə daha da gözəl rəngləri, daha gözəl çağaları. Bəli, düzdür. Mən düşünürəm ki, kəlağayı adət-ənənəmiz bir də indiki müasir sintez çox gözəl alınıb həqiqətən də. Üzüklərimiz də hazırdır orada. Bir dənə bəy çatmır. Bir bəyimiz çatmır, Gəlinimiz çatmır. Bir bəyimiz, gəlinimiz çatmır. Çırağımızdır. Bu da onu simvol eləyir ki, yəni gedən gəlinimiz özü ilə çıraq aparır, evin işıqlandırmağa, xoşbəxtlik aparır. Hər birinin bir anlamı var. Bəli, düzdür. Daha çox tələbat hansı xonçalardadır? Elə bu xonçalara tələbatımız lap çoxdur, bu ağ xonçalara. Bir də ki, bu fədakarlıqdan danışdınız. Fədakar anaların sevincini gördükdə mən, yəni onların necə həvəslə xonçaları istəməyi, yəni bütün aldıqları veşlərini də, bütün
aldıqlarını bizə həvalə eləyirlər. Biz də öz fədakarlığımızı göstərib nə onu yenə sevə-sevə, fədakarlıq. bəli, sevə-sevə hazırlayıram onların o gözlərindəki Çox sevinci. gözəl tendensiya yaratmısınız. Bəli. Yəni bu belə deyim kombinasiya sayılır da, mən düşünürəm bu. Bəli, Çox düzdür. gözəl kombindir və rəngləri, çalarları bir-birlərinə uyğunlaşma, həqiqətən çox gözəl əl işlərinizdir. Çox Və sağ mən olun. düşünürəm ki, işlərinizdə ancaq uğurlu olacaq. Çünki sağ orada bir fədakarlıq varsa. Bəli, bəli, həqiqətən. Hə, əslində yüzlərlə, onlarla işləri var bizim dəyərli Ruhi xanımın və Ruhi xanımın aşağıda yazılı olaraq sizlərə səhvizə Xonça Bay Ruhi idi də səhvənizin adı. Aşağı aha. Bəli. Xonça Ruhi butik aşağıda yazılı qeyd olunur. Dəyərli izləyicilərimiz, əziz qaynanalar, analar, keçid eləyin ora. Ruhi xanımla sifarişlərinizi eləyə bilərsiniz. Toylarda başlayır. Bəli, bəli, bəli. Və toylarınızın, gözəl günlərinizin daha da gözəl keçməyini istəyirsinizsə, dəyərli dostumuz Gülzar xanımı dəvət eləyirsiniz. Mən oxuyuram. Mən də danışıram. Siz aparırsınız, mən oxuyuram. Ruhi xanım xonçalar düzəldir. Bəli, bəli. Muncuqlardan olan aksesuarları da, çantaları da hədiyələrimizi də. qoyursunuz xonçanın içinə. Qoyursunuz xonçanın içinə, Rəhlə xanım. Gəl, hansını qoyaq orada gözləyim. Bu çəhrayı daha uyğundur, elə bil ora, hə? Hə, bu da qızımızın Yəni, xonçası. gözəldir. Xırda-mırda cehizlərindən. Çox gözəldir doğrudan. Rəhlə xanım. Hə, axır dönəmlərdə yeni aksesuarlarınız, yeni əl işləriniz var da. Biri var. Hə, biri var. Mərcan daşından, Aha. pələng gözü daşından ən çox xanımların istifadə etdiyi Gülzar sevgi xanım da daşıdır. gələn kimi birinci aksesuarlara baxdı, diqqətini cəlb elədi Gülzar xanımın. Nəsə elə bir onun geyiminə daha uyğundur bu. Nəsə elə bir seçdi Pələng gözü Gülzarın. daşıdır o. Pələng gözü? Bəli. Aha. Pələng gözü. Nədir bunun özəlliyi? Gözəldir. Nə özəlliyi var bu O pələng? sevgi daşıdır, mənfi enerjilərdən qoruyur, pisliklərdən Tapdın qoruyur. hədiyyəni. Bəli. Əsl Gülzar Ən xanıma çox- lazım olan mənfi enerjidən qurtarsın. Bu aralar ən çox xanımların seçim etdiyi pələng gözü daşı bir də mərcan daşıdır. Bu da Bəs mərcan daşı nədir? bu da sevgi daşıdır. Hormonal balansı xanımlara ən çox istifadə olunur. Hormonal balansı tam Bu da Gülzar saxlayır, xanım sağlam paltarına saxlayır. uyğundur. Qızlar, mən sizə hədiyyələr seçirəm. Bu da sizin paltarınıza uyğundur. Bugün çox gözəl hədiyyələr günümüzdür. Həqiqətən də mən düşünürəm ki, nə qədər bir-birimizə yararlı olsaq, bir o qədər gözəldir həqiqətən də. Fərqli-fərqli sahələrdən təbii ki, fərqli-fərqli mütəxəssislərimiz var, amma hamımızın işimiz yaxşı mənada bir-birimizdən keçir xanımlar. Bax, gözəl görünmək üçün bu cür gözəl aksesuarlar üçün Rəhlə xanıma müraciət edə bilərsiniz və Rəhlə xanımın da sosial şəbəkəsi aşağıda qeyd olunur. Dəyərli izləyicilərimiz, bu gözəl aksesuarlardan, gözəl çantalardan siz də yaz gəlir artıq. Mən düşünürəm ki, yaz bu rəngarəng gözəl bir fəsildir və ən qısa zamanda siz də sifarişlərinizi eləyib və yaxud da istər özümüzdə olan, istərsə də öz ideyanızda olan aksesuarları, əl işlərinizi. Çünki son dönəmlərdə burjeriyalar, əl işləri, xüsusi muncuq əl işləri, muncuq çantalar əl işləri dəbdədir və bu dəbdən siz də yararlana bilərsiniz. Hətta burada taxta bir çantamız da var. Heç deyərsinizmi bu cür çanta taxtadan da çox gözəl, maraqlı aksesuarlardır həqiqətən də. Gülzar xanım, bəs sizin bu xonçalardan danışdıq da. Gülzara deyirəm, Rəhləyə üzmütürəm. Deyinim artıq gedib. Rəhlə xanım, sizin xonçanız necə idi? Gəlinlik xonçanızı necə xatırlayırsınız? Məndəkilər də çox gözəldir. Onları da qaynanam sevinə-sevinə həqiqətən seçmişdi mənim üçün. Allah. Mənim ilimə uyğun trenddə olan şüşə xonçalardan idi. Aha, şüşə. Bəli, O onlar vaxtlar. mənim vaxtımda onlar trenddə idi. Sizdə var şüşə xonçalar? Bəli, onlar da. Sizdə olmayan yoxdur ki. Sizdə yoxdur Ruhi xanım. Gözəl xanım, bəs sizin çoxdur. hə, maşallah, sizin bəs xonçalarınız necə yadınıza Mənim gəlir? xonçalarım çox gözəl idi. Maşallah. Qırmızı böyük bir stend düzəldilmişdi. Hər şey qırmızı rəngdə idi. Mənim geyindiyim geyimə qədər. Xına yoxsa xınam, hə, xınam. əla, Yox, əla. xınadaydı. Böyük bir qırmızı stend olmuşdu. Hər şey o qədər gözəl idi ki. Özünüz düşünmüşdünüz. Mən o rəngdə istəmişdim. Qaynanam da sağ olsun ki, mənim istəyimə uyğun olaraq seçimlər eləmişdi. Çox gözəl idi. Şəkillərini reklam arası göstərərəm. Ay, inşallah. Ümumiyyətlə, həqiqətən də ömrünüz hər zaman al-qırmızı olsun. Bahəm, Gözəl bütün günləriniz qızların bol bəxti olsun, taleyi bütün gözəl qızlarımızın. olsun. Amma Amin. gəlin mən sizə bir şey etiraf eləyim. Qızlarımız yəqin mənim sözümü təsdiqləyər. Həqiqətən də hər xanımın o elə bir dönəmi var ki, bu ailə qurduğu dönəmlər o heç vaxt yaddaşdan itmir. İllər keçsə də itmir. Məsələn, həqiqətən xatırlayırıq, o dönəmlər
kaş ki hər birimizin ağlında gözəl xatirə kimi qalsın. İstər gələn xonçalarımız, istər qaynanamızın, baldızımızın, digər o belə deyim də bəy tərəfin bizə yanaşması, o hisslərimiz, kaş ki hər kəs o anları xatırlayanda üzündə təbəssüm yaransın. Bu cür necə Gülzar xanım, bizim dəyərli Rəhlə xanım belə ağız dolusu danışır. O ağız dolusu danışmağımız üçün də dəyərli qaynanalar, oğlan anaları, qız anaları rahatlıqla bunlar nə edirlər belə? Gülnar xanım, sizdə nə rəngdə olmuşdu xonçaları, onu demədiniz. Məndə deməli danışım. Aha. Mənim xonçam daha çox nişanda olmuşdu. Niyə ki olmayıb Azay? Niyə olmayıb ki? Deyir sənin xonçaların evdə olub. Mənim xonçalarım nişanda o qədər çox idi ki, öz nişanımızda. Nişanda o qədər çox idi ki, hətta yoldaşımın dostları falan güclə qaldırırdılar. Sonra xına bizdə evdə oldu, balaca bir xına oldu. Amma toyda ümumiyyətlə xonça eləmədik. Hə, məndə də olmadı. Hə, toyda xonça olmadı. Yəni mənim əsas xonçam olub nişanda. Yəni onun içində hər şey var idi. İstər aksesuar qızılları, istər geyimləri, hər şey. Yenə də təkrar qeyd edirəm, dəyərli izləyicilərimiz, dəyərli oğul anaları, qız anaları rahatlıqla bizim dəyərli qonaqlarımıza müraciət edə bilərsiniz. Ruhi xanıma, xonçalar üçün bu cür gözəl əl işləri Rəhlə xanıma müraciət edə bilərsiniz və gəlinlərinizin üzündə təbəssüm yarada bilərsiniz. Bayaq bizim videoqraflarımız orada şəkil çəkdirirdilər. Bu nə rahatlıqdır bizim kanalımızın, studiyamızın, komandamızda belə. Biz beləyik. Həvəsə gəliblər. Ruhlandılar. Hay can Ruhi xanım. Evladımın xonçasıdır. Onu da qeyd eləmək. Ay, nə gözəl, nə gözəl. Mikrofona danışın, zəhmət olmasa. Mübarək olsun. Bu mənim xoşbəxt olsun. evladımın xonçasıdır. Maşallah, Mən onu da Allah bildirdim. Bir xoşbəxt qaynana eləsin. kimi mən özüm hazırlamışam onu oğlum Ay, üçün. nə gözəl. Ay, Adı maşallah, nədir? mübarək olsun. Gəlinizin adı nədir? Oğlunuzun adı Rəqsanə nədir? Xəyal. Ay, nə gözəl. Rəqsanə xanım, məncə siz maşallah, maşallah, bəxtəvərsiniz. Qaynananızdan yarımısınız, maşallah, maşallah. Xəyal bəyi, Rəqsanə xanımı təbrik eləyirik. Təşəkkür edirəm. Nişanları mı olub? Bəli, bəli. İndi ailə quracaqlar Bəli, inşallah. inşallah. Bütün sastav hazırıq Bəli, burada. bəli. Nəzərə alın, İnşallah, hamımız hazırıq, inşallah, Allah hamımız. qoysa. Bəli, İnşallah bəli. oradayıq. Xanəndəniz də Mümkün var, deyil. aparıcınız da var, İnşallah. çantanız da hazırdır. Rəqsanə Bəli, xanımın bəli. artıq hər şey hazırdır burada. Hə, həqiqətən də didik güldük, çox gözəl bir məqama toxunduq. Mən istəyəcəm ki, elə hal-hazırda tam zamanıdır. Nəyin? Musiqi. Biri deyir musiqi, amma mənə görə ruhumuzun gözəlləşməsinin zamanıdır. İstəyəcəm Gülzar xanım, öz layiq olduğunuz yerə, səhnəyə keçid alasınız. Baş üstə. Məncə siz səhnədə daha gözəl görünürsünüz. Yaşa hər anını ömrümlə qoşa dəyişin vanını qəlbimdə yaşa. Yaşa hər anını ömrümlə qoşa dəyişin vanını qəlbimdə yaşa. Məni məndən qoparan sevginin şahidi ol. Bir ömür sevgidən pay verəyinlərə biz qucaq açar.
möhtərəmsiniz. Çox təşəkkür edirik. Çox təşəkkürlər. Burada bizim gözəl söhbətlərimiz qaldığı yerdən davam edir. Ruhi xanım, Rəhlə xanım, hazırlanmısınızsa gəlin də keçək. Gəlin qızlar, gəlin keçək qonaq otağına. Gəlin. Heç deyirsiniz qonağın odunu. Öndürməzdir. Əyləşməyinizi rica eləyəcəm sizdən. Da bir də məni ora-bura göndərməyin. Elə bir yerə, düz bir yerə fokuslanım. Mən buradayam. Bəli. Nəhayət. Mən istəyəcəm. Ay, nə gözəl görünürsünüz qızlar. Çox gözəl görünürsünüz həqiqətən. Bax, elə bayaq danışdığımız süd vəzinləri mövzusuna bağlı istəyəcəm son izləyicilərimizin də suallarını səsləndirirəm. Bizim proqramımız canlı yayımlanır deyə bizim qaynar xəttimiz var və qaynar xəttə gələn sualları istəyəcəm vurğulasın. Xalasında və anasında süd vəzi problemi var. Ümumiyyətlə, genetik keçirilmə ilə bağlı istəyəcəm vurğulayasınız fikirlərinizi. Demək, süd vəzi xəstəliklərində genetikanın rolu. Genetikanın rolu. Təbii ki, genetikanın rolu çox böyük əhəmiyyət daşıyır. Anasında, xalasında, hər hansı birinci nəsil qohumlarında süd vəzi xərçəngi müşahidə olunan xanımların mütləq şəkildə bu genetik müayinələr vardır ki, biz BRCA-ları yoxlayırıq. Bunları yoxlatmaları xanımlara tövsiyə olunur. Ümumiyyətlə, xəstə bizə müraciət edən zaman mütləq şəkildə ətraflı anamnez toplananda mütləq soruşulur ki, ailəsində süd vəzi xərçəngi varmı, yoxmu? Xanımlara təklif olunur, etsinlər genetik müayinələr. Yenə də ola bilir ki, bəziləri bunlara əməl edirlər, amma çox insanlar etmir. Buradan da səslənmək istəyirəm ki, mütləq şəkildə əgər yaxın qohumlarında süd vəzi xərçəngi və yaxud da başqa bir onkoloji xəstəlik varsa, birinci nəsil qohumlar nəzərdə tutulur. Mütləq şəkildə bu genetik müayinələri etdirsinlər, vaxtaşırı olaraq, yəni müayinədə həkim nəzarəti altında qalsınlar ki, gələcəkdə baş verəcək hər hansı bir xəstəliyin qarşısı alınsın. Bir maraqlı sual, hansı ki, plastik əməliyyatlar, bu süd vəzi kiçildilməsi, implantlarla süd vəzi böyüdülməsi, bu xərçəng riskini artırırmı? Xeyr, xərçəng riskini artırmır. Yəni implantların siz nəzərdə tutursunuz, implantların süd vəzinin bədxəstəlikini yaratma xüsusiyyəti, qabiliyyəti yoxdur. Süd vəzi kiçiltmə əməliyyatları da əslində xanımlar üçün belə deyim, xanımları bir narahatçılıqdan qurtarmış sayılırıq. Yəni süd vəzi ölçüsü böyük olan xanımlar məlumdur ki, o həyatda öz komfortlarını itirmiş kimi sayılırlar. Onların belə deyim, ən çox ağrıları olur, boyun, kürək nahiyələrində süd vəzi ağırlığından asılı olaraq və əməliyyat zamanı da süd vəzinin müəyyən kütləsi götürüldüyü üçün həm xanımlar yüngülləşmiş sayılır, həm də zaten yəni bu belə deyim, bu əməliyyatlara girən zamanda öncədən yoxlanmaları mütləqdir və biz də edən zaman mütləq yoxlayırıq ki, bunda da hər hansı bir süd vəzi problemi varsa öncədən aşkara çıxarılmış olur. Ümumiyyətlə, qadınlarda olan bu depressiv vəziyyətlər, aqressiya gətirib çıxardır bu cür problemlərin artmasına. Ona görə mən düşünürəm ki, can deyib, can eşidək, dəyərli izləyicilərimiz, elə xüsus xanımlar, bugün proqramımızı xanımlara özəl həsr elədik və istəyəcəm Gülnar xanım sizdən soruşum. Bax, son dönəmlərdəki bu qadınlarda olan aqressiya, qadınlarda olan müəyyən o qısqanclıq mı deyim, nə ona don geyindirim, xülasə qadınlardakı dəyişikliklər. Bunu necə biz həll edə bilərik, hardan başlaya bilərik? Gülnar xanım, birinci gedək kökünə bu iş xanımı deyə şüarlar səsləndi, mükafatlandırma, hələ bir işə belə deyək, imza atmamış bir insanları şirinlikdirib, onlara mükafat deyə böyük səslə şüarlar yayıldı. Araya girdi, mübarizə girdi araya, böyük bir mübarizə. Rəqabət sanki. Rəqabət, bu ağ rəqabət olmadığından mən sizə çox təəssüf ki, həqiqi açıqlamanı verəcəm. Qadınların nəfsi çox yüksəkdir. Bunu mən demirəm, bunu bizi yaradan deyil. Hər bir qadının həyatında bir uğraşdığı bir qadın var, yenə bilmədiyi. Hər kəsdə var, sizdə də 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 var. Hər kəsdə. Onların da yəqin həyat yoldaşlarıdır. Hamımızda. Sizdə də vardı, elə sizdə də vardı. Mən özümü deyim, mən özüm onları yönləndirən özü ilə məşğulam. Bəli, məndə tamam təməlidir. Bəli, onu yenmək heç vaxt olmayacaq. Onu yenə bilərsiniz yaxşı əməlinizlə. Onu yenə bilərsiniz yaradana baş əyməklə, onun əmrlərini yerinə yetirməklə və səssiz qalmaqla. Gülnar xanım, yəni bütün bu rəqabətlərin başında duran yöneticimiz var. O da bizim daxilimizdən qaynaqlanır. Ümumiyyətlə, hər birimizin, özümü də qatıram, böyük bir mübarizə. Hər birimizin daxilində pis və yaxşı insan var.
pis və yaxşı şəxsiyyət var. Mən düşünürəm ki, o hansını təzahür oyadacağımız edir bizim sağımızda, özümüzdən asılıdır. Ona görə mən düşünürəm elə yaxşını oyatsaq daha gözəl olar. Mələk qadınlar qrupu, hal-hazırki müdrik qadınlar qrupu. Sizlərə bir sual verəcəm hamınıza. Müdrik qadın olmaq istəyirsiniz, sevilən qadın. Sevilən. Mən bilmirəm, Məncə müdrik. Çünki müdrik olan zaman zaten yəni onsuz da Onu qrupdan seviləcəksən. eşidibsiniz, eşitmisiniz artıq o qrupda. Müdrik olmaq istəyirsiniz, sevgi. Sevilən qadın olmaq istəyirəm. Bizdə Sevgi, çatmır, Çünki nəsə müdrik ki. olub hər şeyi Bizlər dərinə onu qədər, kafada. düşünənə qədər elə sevilərəm. Amma Qızlar qadın nə müdrik. düşüncə deyil? Qızlar, müdriklik həll etməkdir. Bax, mənim qrupumun qızları təsdiqlədi. Müdrik qadın bütün situasiyaları həll edə bilən qadındır. Hətta o iblislə belə baş edə bilən qadın. Yaşından asılı olmayaraq müdrik olmaq çox gözəldir. Amma zamanı gəlincə o sevgi deyə şüarlar səsləndirən iş qadını, pul qazanan qadın, onların hamısı müdrik qadın olmaq istəyəcək. Ümumiyyətlə müdriklik yaşla əlaqəli deyil. Müdriklik təcrübə ilə Doğuşdan qazanılan bir zəki doğulan məqamdır. qadınlar var. Bəli. Doğuldan ağsaqqal, ağbirçək doğulan insanlar da az deyil. Zamanla hə də biri də siz Ağbirçək. maşallah. Valla ciddiyəm. Siz də doğulanda siz ağbirçək kimi doğulmusunuz. Hər birimizin 1-2 bayram fərqimiz olsa böyük bacımız kimi yanaşırıq hər zaman sizə. Və bu mən düşünürəm müdriklik zamanla o bərkə başa düşməklə qazanılan bir xarakterin formalaşmasıdır. Proqramımız hardan gəldi, necə keçdi? Mən bu gün həqiqətən fərqinə belə varmadım. Bu gün çox sürətli keçdi efir, çünki məhsuldar keçdi bu o deməkdir. Sonda Gülzarımızdan gözəl bir mahnı istəyəcəm, amma hər birinizdən son sözlərinizi, fikirlərinizi istəyəcəm. Rəhlə xanım, sonda fikirlərinizi buyurun. Tələbələrinizlə bağlı yetişdirdiniz həmin o əl işlərinə xüsusi marağı olan insanlarla bağlı. Çünki elə qadınlar var ki, yaşları 30, 40, 50 yaşları var. Təhsilləri də olmayıb zamanında. Düşünürlər ki, mən nə edə bilərəm, necə maddi qazancımı qazana bilərəm. Bax, həmin o qadınları, eləcə də yaşından sonra bütün insanları yönləndirir bizim dəyərli Rəhlə xanıma. Çünki Rəhlə xanım onlara çox gözəl A-dan Z-yə işi öyrədəcək. Bəli, hal-hazırda onlayn və əyani təlimlərimiz var və endirimdədir. Əgər kimlər istəsə, Instagram səhifəsindən mənə yazılıb qoşula bilər dərslərimə. Dərslər yüksək səviyyədə keçirilir və sonunda sertifikat verilir. Ay, nə gözəl. Həyatınızdakı o müəyyən boşluqları dəyərli Rəhlə xanımla birlikdə doldura bilərsiniz. Aysə xanım, sizi çox eşitmişdik. Qiyabi çox tanıyırdıq. Şəxsən tanış olduğuma həqiqətən tam səbəbdən deyirəm, çox şad oldum, çox böyük Mən də şərəf şad oldu. oldum. Axarıncı olsun, iş birliklərimiz, layihələrimiz axarıncı olsun. Sizdən də sonda fikirlərinizi istəyəcəm. Sonda təbii olaraq belə deyim də öz ixtisasımla bağlı xanımlara çağırış etmək istəyirəm ki, əvvəldən də dediyim kimi öz həyatlarına qarşı biganə yanaşmasınlar. Vaxtında özlərində baş verən hər hansı bir dəyişikliyi süd vəzi ilə bağlı müəyyən edən zaman və yaxud etməmişdən də mütləq şəkildə müayinələrdən keçsinlər. Sağlamlıqlarını nə qədər erkən diaqnoz qoyularsa, o qədər də xəstəliklə mübarizə aparmaq Erkən təşxis həyatını qurtaracaq xanımların. Gülnarımız Ruhən fədakar olsunlar. Ruhən fədakar olsunlar və müdrik olsunlar. Müdrikliyi istəsinlər Allahdan, müdrik olmaq. Bu arada redaktorumuz deyir ki, bizim qrupa qatılmaq istəyən xanımlar, orada bizim əlaqə nömrəmiz qeyd olunur səhv eləmirəmsə, müəyyən bir kriteriямız varmı? Onu soruşum. Belə ümumi olaraq nə kriteriyalar tələb olunur bizim bu tələb olunmur. Əksinə onlar gəlib bizdən tələb edirlər və nəticəni də alırlar inşallah. Qatılmaq istəyənlər kifayət qədər Sadəcə çoxdur. telefon nömrəmə yazsınlar. Aha, dəyərli izləyicilərimiz, dəyərli xanımlar, bizim müdrik qadınlar qrupuna qatılmaq istəyirsinizsə, özünüzü daha da müdrikcəsinə yetişdirmək Uzun bir yol istəyirsinizsə, qət etməli olacaqlar. əlaqə nömrəmiz var. Düz uzun bir yol qət edəcəksiniz, amma o yol çox möhtəşəm bir yoldur həqiqətən də. Ruhi xanım da Huzur dolu bir qrupumuzdandır. yoldur. Ruhi xanım, Doktor. dörd bir tərəfinizdə qadınlar, biri də qarşınızda. Xahiş edirəm. Mən niyə çıxırsınız o qrupdan? Mən bilmirəm. Mən də oradayam Siz da. varsınız yanınızda. Hə, biri sağınızda, biri solunuzda, biri qarşınızda. Ruhi xanım, çox xoş oldu sizi tanımaq. Hər zaman el şənliklərində mikrofon istəyəcəm götürəsiniz daha yaxın. Həmişə el şənliklərində bu cür xonçular hazırlayasınız. Ən yaxın zamanda o qaynana statusunu, nənə statusunu qazanasınız. Sağ-salamat inşallah. Sonda fikirlərinizi istəyəcəyik. Çox təşəkkür edirəm. Sonda da onu bildirmək istəyirəm ki, analarımız bizim xonçalarımızdan yararlansınlar, gəlinlərini sevindirsinlər. Biz də sevə-sevə öz əl işlərimizlə anaların arzularını yerinə yetirək, onların sevincinə qoşulaq. Bugün bura toplaşan bütün xanımlar
öz işini sevən, özünü sevən, özünə dəyər verən xanımlarıdır həqiqətən də. Gülzar xanım, istəyəcəm gələsi. Bugün çox gəldiniz, getdiniz, ora getmədiniz, gəlin yanıma. Çox təşəkkür edirəm Gülzar xanım sizə. Dəvətinizi qəbul edib proqramımızı gözəlləşdirdiyiniz üçün. Gəlişinizlə verişimiz daha da gözəlləşdi. Axırıncı olsun, tez-tez gəlin, zəhmət olmaz. Mənim gözümüzdə. Təşəkkür edirəm dəvətiniz üçün. Mənim üçün də çox xoş oldu ki, bugün belə dəyərli xanımların əhatəsində oldum. Sizlərlə həm söhbət oldum. Çox təşəkkür edirik. Hər zaman kimi siz son sözü səhnədə deyirsiniz. Odur ki, səhnə sizin. Baş üstə. Nazım, hayatım yazım, sevgilim Nazım, hayatım yazım, senin elindedir taleyim yazım. Hadi bırakma, yandırıp yakma, bırakma, yandırıp yakma, eller var, seni yazım. Nazım, 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 senli yazım, senli yazım. Nazım, 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 senli yazım, senli yazım. Nazım, 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 senli yazım, senli yazım. Nazım, 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 senli yazım, senli yazım. Nazım, 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 senli yazım, senli yazım. Sponsorlar: Estetik stomatolog implantolog Şamil Rzayev,